Salam əziz tələbələr. Qəbul imtahanlarında ən çox istifadə olunmuş və yenə də təkrar düşmə ehtimalı olan suallardan ibarət xüsusi suallar bölməsinin izahını verməyə çalışacağam. Videonun maraqlı və faydalı olacağını ümid edirəm. Hər birinizə uğurlar. Deməli, əslində mövzu Fibonacci ardıcıllığına aid deyil təbii ki, amma mövzunun içərisində Fibonacci ardıcıllığı ilə alınan bir çox misal nümunəsi var. Ümumiyyətlə, Fibonacci ardıcıllığı çox önəmli bir ardıcıllıqdır və bu ardıcıllıqdan istifadə olunub bir çox misalın cavablarını çıxartmaq olur. Fibonacci ardıcıllığı dediyimiz ardıcıllıq hansı formadadır? Deməli, Fibonacci ardıcıllığında hər bir ədəd özündən əvvəlki iki ədədin cəminə bərabərdir. Yəni, bu Fibonacci ardıcıllığı həm bir çox riyazi məsələlərdə həll olur, hətta təbiət elmlərində və incəsənətdə belə rast gəlinən bir anlayışdır. Buna aid gələcəkdə Fibonacci ardıcıllığına aid xüsusi bir video hazırlayacağım sizin üçün. Amma hələ ki Fibonacci ardıcıllığının nə olduğunu nəzərə yetirək və bir sonraki misallarda hansı formada fərqli-fərqli Fibonacci-lər qabağımıza çıxır, hamısına aid nümunə göstərməyə çalışacağam. Deməli, Fibonacci ardıcıllığı bu formadadır. 0-1-dən başlayır və hər iki həddin cəmi üçüncüyə bərabərdir. Yəni 0 ilə 1-in cəmi eləyir 1. 1 ilə 1-in cəmi eləyir 2. 1 ilə 2-nin cəmi eləyir 3. 2 ilə 3-ün cəmi eləyir 5. 3 ilə 5-in cəmi 8. 5 ilə 8-in cəmi 13. 8 ilə 13-ün cəmi 21. 13 ilə 21-in cəmi 34. 21 ilə 34-ün cəmi 55 eləyir. Deməli, 34 ilə 55-in cəmi 89 eləmiş olacaq. Yəni, bu formada davam edə bilərik. Normal orijinal Fibonacci'miz budur. Yəni bu Fibonacci ardıcıllığıdır. Amma bir sonraki misallarda Fibonacci'nin başqa formalarını da görmüş olacağıq. Amma orijinal versiyası budur. Əsl Fibonacci budur, amma biz Fibonacci'nin fərqli formalarını da görmüş olacağıq. Bu sualda deyir, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya bir, ya iki pillə qalxır. 10-cu pilləyə qalxmağı neçə variantda mümkündür? Məsəl üçün bir dənə fikir verin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Tutaq ki, bu formadadır, düzdürmü? İndi bir dənə burasına diqqətlə yetin. Birinci misalda biraz daha çox nümunə göstərəcəm, amma sonra artıq Fibonacci-nin alındığını görəndən sonra bu misalı rahatlıqla Fibonacci-ni eləyəsiniz. Deməli, hər addımda ya bir, ya da iki pillə qalxırsa. İndi bax yazıram. Birinci pilləyə, ikinci pilləyə, üçüncü pilləyə, dördüncü pilləyə, 5, 6, 7, 8, 9, 10. Çıxmağın ehtimallarını göstərirəm. Döşəmədədir bu adam. Döşəmədən birinci pilləyə qalxmaq üçün sadəcə bir dənə versiyası var. O da bir addım qalxmaq. Deməli, birinci pilləyə qalxmağın bir dənə ehtimalı var. Bunu yazdıq, düzdürmü? İndi burasına diqqət edin. İkinci pilləyə qalxmağın ehtimallarını sayıram. Ya bir addım qalxacaq ikinci pilləyə, ya da bizə iki pillə qalxmaq icazə verilir axı, ya da birbaşa iki pillə qalxacaq. Deməli, ikinci pilləyə qalxmağın iki dənə yolu var. Ya bir addım qalxacaq, ya da iki addım bitdən qalxacaq. Deməli, ikinci pilləyə qalxmağın iki fərqli yolu var. Bunu qeyd elədik. Ondan sonra üçüncü pilləyə qalxmağın yolu. Üçüncü pilləyə qalxmağın yolunu göstərirəm. Ya bir qalxacaq. Ya bir addım qalxıb, sonra iki addım qalxacaq. Ya da iki addım qalxıb, sonra bir addım qalxacaq. Deməli, üçüncü pilləyə qalxmağın üç dənə yolu var. İndi dördüncü pilləyə qalxmağın yolunu göstərirəm. Dördüncü pilləyə qalxmaq üçün bir addımda qalxa bilər. Dördüncü pilləyə qalxmaq üçün bir addım qalxıb, sonra iki addım gedib, sonra bir addımda qalxa bilər. Ondan sonra bir addım gedib, sonra iki addımda qalxa bilər. Ondan sonra iki addım gedib, bir addımda qalxa bilər. Ondan sonra iki addımda qalxa bilər. Bütün ehtimalları yazdıq burada. Neçə oldu? 1, 2, 3, 4, 5. Deməli, dördüncü addımda 5 ehtimal olmuş oldu. İndi 5-ci addım, 6-cı addım bu formada hesablaya gedə bilərsiniz. Qəti problem yoxdur. Amma təbii ki, bu vaxt itkisidir və bütün pilləkən suallarında bu formada yox, Fibonacci-ni həll eləmək daha yaxşıdır. İndi burada Fibonacci açıq-aydın görünür. Baxın, 1 ilə 2-nin cəmi eləyir 3, 2 ilə 3-ün cəmi eləyir 5, 3 ilə 5-in cəmi eləyir 8, 5 ilə 8-in cəmi eləyir 13, 8 ilə 13-ün cəmi eləyir 21, 13 ilə 21-in cəmi eləyir 34, 21 ilə 34-ün cəmi eləyir 55,
34 ilə 55-in cəm eləyir 89. Deməli, 10-cu pilləyə qalxmağın 89 dənə yolu var. İşte bu qədər. Yəni belə gözəl bir həll yolu varkən, yəni Fibonacci bizə belə bir necə deyim, avantaj verirsə, artıq rahatlıq verirsə, bu rahatlıqdan istifadə etmək lazımdır. Yəni burada fərqli Fibonacci'lər yaranacaq. Biz hər zaman 1 ilə 2-yə qədər baxırıq. 1-dən 2-yə qədər toplayırıq. İndi birazdan bunun mənasını izah edəcəm. Aydınmı bu formada? Yəni normalda Fibonacci, baxın bir dənə bunu başladayım. Yəqin ki bu sualın izahı tam aydın oldu. Qabaqda əgər Fibonacci 1, 2 ilə başlayırsa, 1 ilə 2-ni toplayırıq. Sonra yenə də eyni intervalda toplayırıq. Yenə eyni interval toplayırıq. İndi gələcəkdə belə olmuş olacaq. 1, 1, 2 ilə başlasa, ya da onu misalın üzərində göstərə bilərəm. Qoy indi ipucu verim. 1, 1, 2 verilirsə, 1 ilə 2-ni toplayırıq bu intervalda. Oldu mu bu formada? Ondan sonra bu ilə bunu toplayırıq. Sonra bu ilə bunu toplayırıq. Belə-belə toplaya-toplaya getmiş olacaq. Ondan sonra əgər 1, 1, 1, 2 ilə başlayırsa, 1 ilə 2-ni, sonra bu 1 ilə bunu, sonra bu 1 ilə bunu toplayırıq. Yəni, hər bir halda 1 ilə 2-ni toplayaraq başlayırıq misalı. Təbii ki, belə əlavə deyəndə tam olaraq aydın olmaya bilər. Misalın üzərində göstərəcəm. Deyir, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya da 3 pillə qalxır. Yenə bunu göstərirəm, baxın. Qoy burada yazım. 1, 2, 3, 4, 5, 6, 7, 8 və s. Belə yaza bilərik, düzdürmü? Fikir verin, birinci pilləyə qalxmağın döşəmədən birinci pilləyə qalxmağın bir dənə yolu var. O da nədir? Bir addım qalxmaq. Döşəmədən ikinci pilləyə qalxmağın bir dənə yolu var. O da bir addım qalxmaq. Çünki 3 addım birdən qalxa bilmirik. Deməli nədir? Bir yolu var. Üçüncü pilləyə qalxmağın iki yolu var. Ya bir, 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 ya da birbaşa 3. Deməli bura yazıram nə? 2 bu formada. Ondan sonra dördüncü pilləyə qalxmağın görək neçə dənə yolu var. Bir, 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 birdə qalxa bilərəm. Bir qalxıb 3-də hoppana bilərəm. 3 hoppanıb 1-də qalxa bilərəm. Deməli 3 dənə yolu var. Düzdürmü bu formada? Ondan sonra 5-ci pilləyə qalxmağın yoluna baxıram. 5-ci pilləyə qalxmaq üçün 1, 1, 1, 1, 1-də qalxa bilərəm. Ondan sonra 1 addım qalxdım. 3 addım gedib 1 addımda qalxa bilərəm. Ondan sonra 1 addım qalxdım. 1 addım gedib sonra 3 addımda gedə bilərəm. Ondan sonra belə deyək. 3 addım gedib 3 addım gedib. Sonra bir addımda getmiş ola bilərəm. Yəni bunların hamısını saysaq eləyir nə? 4 dənə ehtimal. Yenə də yuxarı qədər qalxa, yaza-yaza gedə bilərik. Çünki prinsipi bildiniz artıq. Prinsipi bildinizsə yaza-yaza gedə bilərsiniz. Amma mən sizə deyirəm ki, normalda bax bunu göstərirəm. 1, 2, 3, 5, 8, 13 misalında əgər 1 ilə 2-ni toplamışdıqsa, bax, uca gördünüzmü intervalı? 1-1, heç nə ötmədik. Deməli, 2 ilə 3-ü, 3 ilə 5-i, 5 ilə 8-i toplamalıydıq. Bu Fibonacci-də isə fikir verin, 1-dən 2-ni toplayırıq. Birinci 1-lə birinci 2-ni toplayırıq. İnterval gördünüzmü? Bir dənə hoppanırıq. 1 ilə 2-ni topladıq, yazdıq 3. Fikir verin burasına. 1 ilə 3-ü toplayıb, yazdıq 4. 2 ilə 4-ü toplayıb, yazırıq 6. 3 ilə 6-nı toplayıb yazırıq 9. Ümid edirəm fikrimi çatdıra bildim. Çünki fikrimi çatdıra bilmişəmsə və söhbət tutdusa çox rahatlıqla alınacaq. Baxın, 4 ilə 9-u topladım, yazdım 13. 6 ilə 13-ü topladım, yazdım 19. 9 ilə 19 topladım, yazdım 28. 13 ilə 28 topladım, yazdım 41. 19 ilə 41 topladım, yazdım 60. Bəsdir, indi mən yəqin ki 11-ə çatmışam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11-ci nədir? 41-dir bu formada. Yəni bu Fibonacci qaydasını tapmış olsanız, əlavə heç bir şeyə ehtiyac yoxdur bu misalda. Sonra, üçüncü sual. Deyir ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya da 4 pillə qalxır. Hə, və bu maraqlı bir sualdır. Çünki burada 6-cı pilləmiz sınıqdır. Yazıram birinci pillə 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İndi burada minimum 15 dənədir. 11, 12, 13, 14. Ya da bunu sonra yazaram.
Bu hələ ki qıraqda yazım. Qoy yaxşı, hələ ki 6-ya qədər yazaq. 1, 2, 3, 4, 5, 6-ya qədər yazaq. Çünki mən demək istədiyim əsas məsələ 6-dadır. İndi bir dənə fikir verin. Döşəmədən 1, 2, 3, 4, 5, 6-cı pilləyə qədər gör necə çıxmış olacaq. Ya bir addım, ya 4 addım qalxmalıyıq. Birinci pilləyə qalxmaq üçün bir dənə yolum var, o da bir addım. İkinci pilləyə qalxmaq üçün bir dənə yolum var, o da bir addım. Üçüncü pilləyə qalxmaq üçün bir addım, bir dənə yolum var. Dördüncü pilləyə qalxmaq üçün, dördüncü pilləyə qalxmaq üçün olacaq neçə dənə addım? İki dənə addım. Hə, ucu da burada uzatmayacağım söhbət. Artıq siz bilirsiniz ki, nə etmək lazımdır? Birinci birlə, birinci ikinin intervalını toplamaq lazımdır. Yəni, birlə ikini toplayıb, 5-ə nə yazacağım? 3. Bunu yazdıq. Normalda 6-ya yazmaq üçün 1 ilə 3-ü toplamalıydıq. Amma 6-cı pillənin sınıq olması ehtimalı olduğu üçün, ehtimal yox, daha doğrusu sınıq olması faktı olduğu üçün nə edirik? 6-ya yazırıq 0. Oldu mu? Çünki 4 yazmırıq, 6-ya qalxa bilməzsən. Amma yenə yolumuza davam edirik. 1 ilə 0-ı toplayıram, yazıram 7-yə. 2 ilə 1-i toplayıram, yazıram 8-ə. Ondan sonra nə qaldı bizdə? Baxın, 3 ilə 3-ü toplayıb 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı ehtimallara baxaq. 3 ilə 3-ü topladım, elədi 6. 0 ilə 6-nı topladım, elədi 6. 1 ilə 6-nı topladım, elədi 7. 3 ilə 7-ni topladım, elədi neçə? 10. 6 ilə 10 topladım, elədi 16. 6 ilə 16-nı topladım, elədi 22. 7 ilə 22-ni topladım, elədi 29. Düzdürmü? 10 ilə 29-u topladım, elədi 39. 17-ci addımda 16 ilə 39-u topladım, elədi 55. 18-ci addımda 22 ilə 55 topladım, elədi 77. 19-cu addımda 29 ilə 77-ni topladım, elədi 106. Burada dayanmaq lazımdır. Burada niyə dayanmaq lazımdır? Çünki sual budur ki, çatma variantlarının sayı 2 rəqəmli ədəd olan ən yuxarı pillə neçədir? Sualı verir ki, çatma sayının 2 rəqəmli olduğu ən böyük sayı neçədir desə cavab 18-dir. Çatma variantlarının 3 rəqəmli olduğu ən balaca pillə hansıdır desə cavab 19-dur. Yəni sual budur ki, bizim bu sualda, üçüncü sualda soruşulan şey budur ki, neçənci ehtimalda ən yuxarı artıq 2 rəqəmini görürsən, ən son 2 rəqəmini neçənci ehtimalda görürsən, ilk 3 rəqəmini neçənci ehtimalda görürsən. Bu suallara diqqətlə baxmaq lazımdır. Hal-hazırda gördüyünüz kimi 18-də 2 rəqəmli, 19-da 3 rəqəmli olduğu üçün ən son 2 rəqəmlini 18-də görürük bu formada. Bu dediyim Fibonacci qaydasını tutmuş olsaz, pilləkən suallarını rahatlıqla eləmiş olasınız. Və bunu aydın olub-olmadığını aydınlaşdırmağınız üçün bu tapşırığı həll eləyərsiniz. Bu və qabaqdakı növbəti tapşırıqları da bütün hamısını mesaj bölməsinə, rəy bölməsinə yazmış ola bilərsiniz. Oldu mu? Ümumiyyətlə testi işləmədən qabaq özünüz üçün bir dənə kağızda qeyd eləyin. Məsələn, suallar, tapşırıqlar. Aydınmı? Burada sualları qeyd eləyin. 1, 2, 3, 4, 5. Burada tapşırıqları qeyd eləyin. 1, 2, 3, 4, 5. Videonu dayandırın, sualı işləyin, sonra izahıma baxın. İkinci sualı işləyin, sonra izaha baxın. Üçüncü sualı işləyin, sonra izaha baxın. Bu formada. Görə sizin yazdığınız izahla mənim verdiyim izah üst-üstə düşürmür. Həmçinin sualların onsuz da izahlarını elə videoda görmüş olasınız. Amma tapşırıqların hər birini işləyəndən sonra variantları qeyd eləyə bilərsiniz. Tutaq ki, A-dır, C-dir. Bu arada şərt olaraq yazıram təbii ki, cavabları. Tutaq ki, D-dir, D-dir, B-dir. Yazdınızmı? Bütün tapşırıqların cavablarını bu formada yazandan sonra yazdığınız cavabları rəy bölməsində paylaşın ki, baxaq görək neçəsini düz yazıbsınız, neçəsini səhv yazmış olacaqsınız. Gəldik növbəti tipə. Burada deyir ki, zirzəmisi olmayan, yəni birbaşa birinci mərtəbədən başlayırıq burada. Zirzəmisi olmayan 12 mərtəbəli binanın yük liftinin 2 dənə düyməsi işləyir. Bu düymələrdən birini sıxanda lift ya 4 mərtəbə yuxarı qalxır,
Digərini sıxanda isə 7 mərtəbə aşağı düşür. Komandaların icrası mümkün olmadıqda lift artıq hərəkət etmir. Yük liftlə birinci mərtəbədən dördüncü mərtəbəyə mümkün olan ən qısa müddətə qaldırılıbdırsa, lift neçə dəfə yuxarı istiqamətdə hərəkət eləyib. Aydınmı? İndi baxın, çox maraqlı bir misal nümunəsidir əslində. Normalda biz birinci mərtəbədən yola çıxırıq, düzdürmü? Yadınızı saxlayın, 12 mərtəbəli binadır. Yəni sən orada tutaq ki, 9-cu mərtəbədəsənsə, artıq plus 4-ə basa bilməzsən. Çünki 9-un üstə 4 gələndə 13 eləyir, 12-ni aşır. Məsələn, 5-ci mərtəbədəsənsə, çıxılsın 7 düyməsini basa bilməzsən. Çünki ucu 5-dən aşağı zirzəmiyə düşə bilmir. Oldu mu bu formada? İndi birinci mərtəbədəyəmsə, mən hansı düyməni basmalıyam deyə bir sual versəm, təbii ki, plus 4 düyməsini basmalıyam. Çünki 5-ci mərtəbəyə qalxmalıyım, aşağı düşə bilmərəm. 5-ci mərtəbədə çıxılsın 7 düyməsini basmamı ehtimalım yox, çünki mənfi 2-ci mərtəbə yoxdur, zirzəmisi yoxdur bunun. Deməli, yenə plus 4-ü basıram. Olacaq nə? 9-cu mərtəbə. 9-cu mərtəbədə plus, bu arada məqsədimiz nədir bizim? 4-cü mərtəbəyə çatmaq. 9-cu mərtəbədə plus 4-ü basma ehtimalım yoxdur. 13-cü mərtəbə yoxdur. Deməli, burada çıxılsın 7 düyməsini basmalıyam, gəlməliyəm 2-yə. İkinci mərtəbədə mənim çıxılsın 7-ni basma ehtimalım yoxdur. Deməli, plus 4-ü basmalıyam, gəlməliyəm 6-cı mərtəbəyə. Düzdürmü? 6-cı mərtəbədə yenə plus 4-ü basmalıyam, getməliyəm 10-cu mərtəbəyə. 10-cu mərtəbədə ucu plus 4-ü basa bilmərəm, basmalıyam 7-ci mərtəbəni. Elədir, 3-cü mərtəbə. Oldu mu? 3-cü mərtəbədə basmalıyam plus 4-ü eləməlidir 7-ci mərtəbə. Hə, baxın, əgər binanın zirzəmisi olsaydı, hal-hazırda çıxılsın 7-yə basa bilərdim. Amma zirzəmisi olmadığı üçün hal-hazırda plus 4-ə basıram, eləyir 11-ci mərtəbə. 11-ci mərtəbəyə çatanda çıxılsın 7-ni basmış olacaq 4-cü mərtəbə. Deməli, 4-cü mərtəbəyə çatdımsa, 4-cü mərtəbəyə çatdımsa, sual versə ki, neçə dəfə düyməyə basmışıq, bunu sayarsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Amma neçə dəfə yuxarı istiqamətdə hərəkət edib deyirsə, bunu sayırsan. 1, 2, 3, 4, 5, 6. Deməli, 6 dəfə hərəkət eləyib bu formada. Aydınmı? Aha, bu sual tam başa düşdünüzsə, bu tapşırığı həll eləyib, yenə də cavab variantlarınızı qeyd edə bilərsiniz. Gəldik daha maraqlı, daha bir maraqlı test tapşırığına. Bu rəngli toplar, karandaşların düzülməsinə aid testləri son illər qəbullara kifayət qədər düşür. Sınaqları da düşür, qəbullara da düşür. Vacib bir test nümunəsidir və buna aid xüsusi bir mövzum da kanalımda var. Yuxarıda bu hissəyə keçid qoymuş olacağım. İstəyən gedib oradan yenə də video izahları tam olaraq baxa bilər, baxmış ola bilər. Sizin üçün rahat olması üçün. Amma yenə də burada mən mənasını tam olaraq izah etməyə çalışacağım. İndi bu misaldan əlaqəsiz olaraq bir dənə sizə bir şey izah edeyim. Tutaq ki, bu misala fikriniz getməsin deyə tamam fərqli formada, fərqli rənglə izah edeyim. Tutaq ki, sarıların rəngi 2-dən artıq olmasın deyə bir dənə şərt verib bizə. İndi mən bunu göstərirəm, baxın. Bir top götürsəm, ehtimal torbadan ya sarı çıxardacağım, ya da qırmızı çıxardacağım. Ehtimalların sayı neçə oldu? 2. Biz buna deyirik ki, bir top götürəndə ehtimal olur 2 üstü 1. Oldu mu? 2 üstü 1. 2 top götürsəm, ehtimal olur ya sarı sarı, ya sarı qırmızı, ya qırmızı sarı, ya da qırmızı qırmızı. Ehtimal oldu neçə? 4. Baxıram, şərtə ziddiyyət varmı? 2 dənə sarıya icazə verilir. 2-dən artıq sarıya icazə verilmir. Deməli, burada ödəməyən ehtimal yoxdur deyə həqiqətən bu olacaq 2 üstü 2, yəni 4. 3 top götürsəm, ehtimallar budur bax. Sarı, məsəl üçün tutaq ki, sonunda sarı olan ehtimallar var, sonunda qırmızı olan ehtimallar var da, düzdürmü? Məsələn, sonunda sarı olan ehtimalları yazıram. Sonunda sarı olan ehtimallar sarı, qırmızı, sarıdır. Sarı, qırmızı, qırmızıdır. Sarı, sarı, sarıdır. Aydındır. Bax, fikir verin. Burada ödəməyən bir dənə ehtimal var. O da nədir? 3 dənə sarı olan ehtimal. Deməli, bir dənə cəhdir. Sonunda qırmızı olan olsa, qırmızı, sarı, sarıdır. Qırmızı, sarı, qırmızıdır. Qırmızı,
Kırmızı, kırmızıdır. Fikir verin. Ne oldu burada? 3'ten olanda e, başka bir ihtimal da olacak burada. Olacak kırmızı, kırmızı, sarı. Burada da olacak sarı, sarı, kırmızı. 8 tane ihtimal yazdım. Yani 2 üstü 3 tane ihtimal var. Ama 2 üstü 3 tane ihtimaldan bir tanesi ödemedi. Bir tanesi ödemedi diye biz buna ne yazırıq? 7 yazırıq. Fikir verdiniz mi? 7 dənə ehtimal var. Yəni bir dənə ödəmədi. İlk dəfə problem qabağımıza çıxanda, qadağa ilk dəfə pozulanda, yəni 2 dənə artıq olmaz deyir və ilk dəfə bu qadağa pozulanda bir dənə ödəməyən ehtimal var. 4 dənə top olsa artıq bilirik ki, 2 üstü 4 dənə ehtimal var. Amma burada ödəməyənlərə baxacağıq, ödəməyənlərə. Ödəməyənlər budur, baxın. 4 dənə sarı olma ehtimal, biri budur. 3 dənə sarı, bir dənə qırmızı olma ehtimal. 3 dənə sarı, bir dənə qırmızı olma ehtimal. Başqa ödəyənməyən ehtimal yoxdur. Aydınmı? Qalan hamısı ödəyir. Deməli, burada 3 dənə fərqli qayda olmuş olacaq. Bax, buradan sonra qaydanı əzbərləyirsiniz. Məsəl üçün, bundan sonra, məsəl üçün, gedib sarını hesablayanda 2 üstü 5 dənə ehtimal olmuş olacaq. Yenə ödəməyən ehtimalları bir-bir bura düzsəm, ödəməyən 8 dənə ehtimal olmuş olacaq. İndi gələn dəfə, təbii ki, misalı işləyəndə, bunu mənim kimi bu qədər yazmış olsaz, bu vaxt itkisidir. Və bizim də məqsədimiz vaxtınızı optimallaşdırmaqdır, minimuma indirməkdir ki, siz bunu birbaşa bir qaydaya salasınız ki, bu qaydada həll olunur və o qaydaya əsasən maksimum 1 dəqiqə, dəqiqə yarımı həll eləyəsiniz. Bu yazdığım üsul dəqiqə yarımlıq, 1 dəqiqəlik üsul deyil, 4-5 dəqiqə vaxtınızı alır, düzdürmü? Ona görə mən sizə əzbərlətmək istəyirəm ki, şərtə baxırsan qaydalara, bu qaydanın ilk dəfə pozulduğu yerdə 1 çıxırsan, İkinci dəfə pozulduğu yerdə 3 çıxırsan, üçüncü dəfə pozulduğu yerdə 8 çıxırsan. Bunu eləyin, davamında nə alındığını birazdan göstərəcəm, yəni misal gedişatında bu formada. İndi deyir ki, yaşıl və mavi toplar yaşıl topların yanaşı olmaması şərti ilə. Yəni yaşıl toplar ümumiyyətlə yanaşı olmamalıdır. Yəni yaşılların sayı ümumiyyətlə, yəni 2-dən də az olmalıdır. Yəni bir dənə yaşıl ola bilər. Aydınmı? Yəni bu formada. Yəni yaşılların sayı ümumiyyətlə 1-dən çox olmamalıdır. Yəni heç yaşıl yaşıla da icazə verilmir, yəni o dərəcə. İndi gəlin baxaq. Bir dənə top götürsəm, bir dənə top götürsəm. 2 üstü 1 ehtimal olur, yəni 2. Ya sarı, ya yaşıl, ya mavi. Burada bir sıxıntı çıxmadı. Hələ ki heç nə yazmıram. 2 dənə top götürsəm, 2 üstü 4 ehtimal olur. Amma burada ödəməyən bir dənə ehtimal var. Hansıdır? Yaşıl-yaşıl olan ehtimal. Deməli, o ehtimaldan bir dənə çıxırıq. Çünki qadağanın ilk dəfə pozulduğu vaxt 1 çıxırıq. Eləyir nə? 2 üstü 2 daha doğrusu. Çıxılsın 1. Elədi nə? 3. Bunu yazdıq. 3 dənə də 2 üstü 3 dənə ehtimal var. Amma ödəməyən ehtimallar yaşıl, yaşıl, yaşıldır. Yaşıl, yaşıl, mavidir. Mavi, yaşıl, yaşıldır. Bax, 3 dənə ehtimal ödəmirsə, 3 çıxdıq elədi nə? 5. 4 top götürsəm 2 üstü 4 olmuş olur. Yəni 16. Qadağanın birinci dəfə pozulduğunda 1 çıxırdıq. İkinci dəfə pozulanda 3 çıxırdıq. Növbətdə pozulanda 8 çıxırdıq. Yazdıq bura nə? 8. Oldu mu? İndi 5-ci, 6-cı ehtimalları yazanda artıq bilirsiniz nədir məsələ? Mən bayaq sizə Fibonacci-ni boşuna göstərməmişdim. Aydın, o Fibonacci ardıcıllığını qətiyyən boşuna göstərməmişdim. Bu tipli misallar üçün göstərmişdim. Bir yerdən sonra Fibonacci yaranır. Baxın, 2 ilə 3-ün cəmi 5, 3 ilə 5-in cəmi 8, 5 ilə 8-in cəmi 13, 6-cı ehtimalda 8 ilə 13-ün cəmi 21, 7-ci ehtimalda 13 ilə 21-in cəmi 34, 8-ci ehtimalda 21 ilə 34-ün cəmi 55, 9-cu ehtimalda 34 ilə 55-in cəmi 89, 10-cu ehtimalda 55 ilə 89-un cəmi 144 və s. Bizə deyir ki, ən çoxu neçə top olmalıdır ki, mümkün düzülmə variantlarının sayı 2 rəqəmli olsun. Ən çoxu neçə top olmalıdır ki, 2 rəqəmli olsun deyirsə, cavab 9-dur. Ən azı neçə top olmalı ki, 3 rəqəmli olsun deyirsə, cavab 10-dur. Bizim bu misalda deyir ki, ən çoxu neçə olmalı ki, 2 rəqəmli olsun. Deməli, cavab olacaq 9. Şərti diqqətlə oxuyun, oldu mu? Bu sualda deyir ki, 2 rəqəmlini ən son neçəncidə görürsən, sabah soruşar ki, 3 rəqəmlini ilk dəfə neçəncidə görürsən. Bu ikisi arasında fərq var.
Oldu mu? Bax, bu formada həll eləyə bilərsiniz bu misalı. Burada ancaq yaşıla qadağa qoymuşdu. Ancaq bu misalı həll eləmək rahatdır. İndi buna uyğun olaraq, məsələn, bu sualı da həll eləyə bilərsiniz. Bura baxın, o birisi sual soruşur. 3 rəqəmini ilk dəfə neçənizdə gördük deyir. Bunu həll eləyəcəksiniz. Deyir ki, yaşıl və mavi toplar 3-dən artıq yaşıl topun yanaşı olmaması şərti ilə düzülür. Hə, bu başqa məsələ. Bax, yaşıl topun 3 dənəsi 3-dən artıq ola bilməz. Yəni, yaşıl topların sayı nə olub? 3 dənə və 3-dən aşağı ola bilər. Amma 3-dən yuxarı ola bilməz. Oldu mu? İndi gəlin bir yerdə həll eləyək. Baxın. Bir top götürsəm 2 üstü 1 ehtimal olur. Yəni 2 dənə. Hələ ki burada yaşıl olduğu üçün 3 dənə yaşıl qadağası pozulmuyor. 2 top götürsəm 2 üstü 2 olar. 2 topda qadağa pozulmur. 3 top götürsəm 2 üstü 3 olur. 8 ehtimal. Hələ ki burada bir qadağa pozulmuyor. 4 top götürsəm 2 üstü 4 olur. Yəni 16. Burada qadağa pozulacaq. Çünki yaşıl, 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 yaşıl olan ehtimalda bircə dənə ehtimalda pozulur. İlk dəfə pozulanda 1 çıxırıq. Eləyir 15. Düzdürmü? 5-ci ehtimalda 2 üstü 5 olmuş olacaq. Burada 3 dənə ehtimalda pozulacaq. 5 dənəsi yaşıl olan ehtimalda, 4'ü yaşıl, biri mavi olan ehtimalda, biri mavi, 4'ü yaşıl olan ehtimalda pozulacaq. Deməli, ikinci dəfə qadağa pozulanda 3 çıxırıq. Eləyir 29. Deməli, 6-cı ehtimalda siz deyin, yəni özünüz deyin, görək mən deyəndən üst-üstə düşürmür. Neçə çıxacam? Təbii ki, 8 çıxmış olacaq. Çünki birinci dəfə pozulanda 1 çıxıram. İkinci dəfə pozulanda 3 çıxıram, sonra 8 çıxıram. Eləyəcək nə? 56. Burada dayanırsınız. Baxın, sizə bir şey deyim, bax. Əgər birdən artıq yanaşı olmaz deyirsə, ikili Fibonacci yaranır, bayaqki kimi. 2'den artıq olmaz deyirsə, üçlü Fibonacci yaranır. 3'ten artıq olmaz deyirsə, 4 ədədi toplayacağımız Fibonacci yaranır. Bax, 1, 2, 3, 4. Topladım elədi 29. 4, 12, 27, 29. Topladım 56. 8, 23, 52, 56 topladım 108. Все, bu kadar. Yani başka bir şey yoktu. Aydın mı? Bu formada topluyoruz. Dördünü toplayıp toplayıcı edir. Yani Fibonacci'ni gördüğünüz an işiniz həddindən artıq rahatlaşır yani. Aydın mı? Deməli bu sualda, 6-cı sualda deməli testin düzgün cavabı olacaq 108. Bu da hardadır? C variantındadır. Bu formada. Yəni çox maraqlı bir sual tipidir. Ümid edirəm ki, yəni tam olaraq fikrimi çatdıra bildim. Yenə də burada suala uyğun olaraq verdim. O izahı götürüb bu 4-cü tapşırığa tətbiq eləyin və 8-ci topda yaşıl və mavilərin mümkün düzülmə variantlarının sayını tapın. Gəldik tamam başqa bir sual tipinə. Burada deyir ki, yaşıl və mavi rəngli toplar qutudan götürülən topları 2-dən artıq yaşıl topun yanaşı olmaması şərti ilə düzülür. Baxın. 2'den artıq yaşıl topun yanaşı olması şərtilə düzülür. Oldu mu? Cəmi 6 topu mümkün belə variantlarında sadəcə sonunda mavi olan variantların sayı ilə sonunda yaşıl olan variantların sayı arasındakı fərqi tapın. Bax, bu şərti diqqətlə baxın. Bu şərtdə gələcəkdə nə tələb eləyəsiniz? Birinci gəlin bunun da mənasını göstərim. Baxın, bayaq əslində bir növ izah elədim, amma bir top götürsəm, bu ya sarı olacaq, ya da qırmızı olacaq. Sonu sarı, sonu qırmızı. Birdən biri çıxanda fərq neçə oldu? 0. Bunu yazdıq. Bizə deyir ki, 2-dən artıq yaşıl olmasın. Yəni yaşılların sayı 2 və ya 2-dən az olsun. 2 top götürsəm. Sonunda sarı olan ehtimallar budur. Sarı sarı, sarı qırmızı. Düzdürmü? Amma mən niyə sarı ilə izah edirəm? Yaşıl mavidir burada. Ya yaşıldır, ya mavidir. Ya sonunda yaşıldırsa yaşıl yaşıl, mavi yaşıldır. Ya da yaşıl mavi, mavi mavidir. Problem yoxdursa sonunda yaşıl olan iki ehtimaldan sonunda mavi olan iki ehtimal çıxsam eləyir nə? 0. Bunu da yazdıq. 3 karandaş götürmüş olsam sonunda yaşıl olanları yazıram. Yaşıl, mavi, mavi, yaşıl, mavi, yaşıl, 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 mavi, yaşıl, yaşıl, yaşıl ödəmədi. Deməli sonunda yaşıl olan ehtimalların sayı neçədir? 3. Sonunda mavi olanları yazıram. Mavi, 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 yaşıl, mavi, yaşıl, mavi,
mavi, yaşıl, yaşıl. Ehtimal nə qədərdir? 4. 4-dən 3-ü çıxacam, eləyəcək 1. Oldu mu bu formada? Ondan sonra dördüncü ehtimalı yoxlayasınız. Yenə hesablayanda burada 1 çıxacaq. Beşinci ehtimalı yoxlayasınız. Yenə hesablayanda burada 2 çıxacaq. Altıncı ehtimalı yoxlayasınız. Yenə burada hesablayanda 4 çıxacaq. Yəni bunu artıq özünüz yoxlaya bilərsiniz. Aydındırmı? Bu formada. Yəni belə hesablaya getmiş olsaz, cavabı yenə özünüz çıxarda bilərsiniz. Amma bu çox vaxt itkisiz axı. Yəni normalda imtahanın axırında əgər kifayət qədər çox vaxtınız varsa və bunu bir-bir yaza biləcəksinizsə, bu formada gedin, yenə cavabı taparsınız. Amma mən bunu sizə 5-10 saniyəlik izahını göstərə bilərəm. Baxın, sadəcə 5-10 saniyə, çox yox. Düz dili biləndən sonra da təbii ki. Bax, belə bir izah verəcəm. Mənasını başa düşdünüzsə, aşağıdakı yazılı yaranan ardıcılığa baxmış olsanız, aşağıda Fibonacci var. Aydınmı? Çünki mən sizə demişdim ki, bayaq, əgər 2-dən artıq yanaşı olmaz demişdimsə, yəni yaşılların sayı 2-dən artıq yanaşı olmaz demişdimsə, burada üçlü Fibonacci yaranacaq deyə bir cümlə işlətmişdim. Və 2-dən artıq yaşıl olmaz deyirsə, qadağanı 2 kimi qoyubdursa, limiti 2 kimi qoyubdursa, biz Fibonacci-ni qururuq 0-0-1 ilə. Aydınmı? 0-0-1 ilə qururuq. Aydınmı? Bu şəkildə. 0-0-1 ilə qurandan sonra 3-ünü toplayırıq. Bax, 0-0-1 elədi 1. 0-1-1 elədi 2. 1-1-2 elədi 4. 1-2-4 elədi 7. 2-4-7 elədi 13 və s. Bu formada gedirik. Fibonacci ardıcıllığını qurandan sonra sənin eləməli olduğun şey sadəcə bunu nömrələməkdir. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8. Sənə deyir ki, cəmi 6 top istəyirsə, 6-nın üstünə baxırsan, nə yazılıb? 4. Bu qədər bəsit. Bitdi. Səndən 8 top istəsə 13-dür, 4 top istəsə 1-dir, 7 top istəsə 2. Hər şeyin cavabını bilsə, istəyir 15-ci top istəsin, yenə də sən onu toplaya-toplaya tapa bilərsən. Yenə də Fibonacci ilə çıxan bir dənə sual nümunəsi. Aydındır mı bu formada? Və diqqət eləyin, əsas olan budur. Qadağa. 2-dən artıq olmaz deyirsə 2 sıfırla başlayırsan, 3-dən artıq olmaz deyirsə 3 sıfırla başlayırsan. Oldu mu? Deməli, bu sualın izahı tam aydın oldusa, növbəti tapşırığı özünüz baxıb əldə edə bilərsiniz. Bu tapşırığı da yenə də həll edirsiniz. Ondan sonra düzgün tapdığınız, düzgün hesab etdiyiniz cavab variantını yenə də rəy bölməsində qeyd edə bilərsiniz. Davam edək bu sualda. Çarxların dişlərinin sayı artdıqca elədikləri dövr sayı azalır. Yəni, məsəl üçün bunu adicə, məsəl üçün bu traktordan görmək olar. Tutaq ki, traktor düşünün, məsələn, qabaq təkəri daha balaca, arxa təkəri daha böyükdürsə. Tutaq ki, bu traktor 500 metr bir ərazini qət eləmək istəyirsə və bunun qabaq təkərinin, tutaq ki, uzunluğu, təkərin kənarının uzunluğu 2 metrdirsə, arxa təkərin uzunluğu 5 metrdirsə, qabaq təkəri 500 metr ərazini qət eləmək üçün 250 dövr eləməlidir. Arxa təkər isə bu məsafəni qət eləmək üçün sadəcə 100 dövr eləməlidir. Aydındır? Baxın, bu qədər. Məsələ bundan ibarətdir ki, yəni ümumi prinsip də hər zaman belədir. Daha balacadsa, daha çox dövr eləyir. Daha böyükdürsə, daha az dövr eləyir. Bizim misalda da həll qaydası bu formadadır. Birincidə əgər 32 diş varsa, ikincidə 96 diş varsa, əgər birinci çarx 360 dövr eləyirsə, ikinci çarx neçə dövr eləyər deyə bir dənə tənasıb qururuq və dişlərin sayı ilə dövrlərin sayı tərs mütənasib olduğu üçün, yəni biri artanda digəri azaldığı üçün bunu qarşı-qarşıya vurub eləyirik. Qarşı-qarşıya vurmuş olsam 96x bərabərdir 32 vurulsun 360. Oradan da ixtisar eləmiş olsam, bunları ixtisar eləyəndə 3, x də bərabərdir 120 dövr eləmiş olacaq. Yəni 32 dişi olan çarx 360 dövr elədiyi müddətdə 96 diş olan çarx 120 dövr eləmiş olacaq. Təbii ki, gələcəkdə artıq daha təcrübəli şəkildə misalı həll eləyəndə belə düşünməlisiniz ki, tərs mütənasib cəmiyyətlərdə dişlərin sayı 3 dəfə artırsa, dövrlərin sayı 3 dəfə azalmalıdır deyib birbaşa misalın cavabını yazmış ola bilərsiniz. Düz mütənasib cəmiyyətlərdə də biri nə qədər artırsa, digəri də o qədər artmalıdır. Bu prinsipə əsasən
Elə bu 6-cı tapşırığı da həll edib cavabları qeyd edə bilərsiniz. Saat 12:40-dır. Saatın dəqiqə və saat əqrəb arasındakı balaca bucağı göstərin. Burada əslində bunu konkret əqrəblərlə də işləmək olar, bucaqlarla da işləmək olar, amma sadəcə bu formada saatın bucaqlarını soruşanda konkret bir düstur var. O düsturu qeyd edirəm, bu formada həll edə bilərsiniz. 11D çıxılsın 60S bölünsün 2 düsturu saatın dəqiqə və saat əqrəbləri arasındakı bucağı tapılması düsturudur. Burada D dəqiqədir, S saatdır. Yəni 11 vurulsun, dəqiqənin yerinə bura 40 qoymalıyam, çıxılsın. 60 vurulsun, saatın yerinə 12 qoymalıyam. Bunu modulda yazmalıyıq, çünki bəzən bu mənfi alına bilir. Mənfi alınmasın deyə modulda yazmaq lazımdır. O da eləcək 440 çıxılsın 720 bölünsün 2. O da bərabərdir. 200 neçə eləyir? 280 bölünsün 2. O da eləyəcək 140 dərəcə. Bu qədər. Bu düsturla tapa bilərsiniz. Düzdür. Əqrəblərin o şəklini çəkib, saatın şəklini çəkib də üzərində işləmək olar, amma bu formada işləmək daha rahatdır. Təbii ki, bu saatlara aid primitiv bir sual nümunəsidir. Burada bu düsturdan çıxır. Amma videonun davamında sonlara yaxın xarab saat sualı izah eləyəndə artıq o xarab saat sualında vəziyyət biraz daha çətin olmuş olacaq. Orada konkret yanaşmalar olmuş olacaq. Burada düsturla tapmaq olur. Buncher sualı. Bu Buncher suallarında qayda necədir? Burada müəyyən toplar var və bu toplar aşağı tökülərkən prinsip odur ki, hər dəydiyi maniyədə bu topların sayı yarıya bölünür. Əvvəlcə biz bu topların sayını müəyyənləşdirməliyik təbii ki. Topların sayını müəyyənləşdirmək istəyiriksə, təbii ki, saymaq bir variant ola bilər. Amma saymaqdan daha əvvəl, daha qısa formada cavab tapmaq üçün bir variantlara göz gəzdirə bilərsiniz. Bütün variantları toplayın, hamısının cavabı 40 eləyirsə, deməli topları bir-bir saymağa ehtiyac yoxdur. Burada 40 dənə top olmuş olacaq. Bu 40 dənə top aşağı doğru buraxılanda, bunun bu maneəyə dəyəndən sonra 20'si bu tərəfə tökülməlidir, 20'si bu tərəfə. Prinsip baxımından. Yəni bu misalın həlli baxımından belə olmalıdır. Bu 20 dənəsi gəlib, bu maneəyə dəyən kimi 10 dənəsi tökülməlidir bu tərəfə, 10 dənəsi tökülməlidir bu tərəfə. Bu 20 dənəsi gəlib bu maneəyə dəyib, 10 dənəsi tökülməlidir bu tərəfə, 10 dənəsi tökülməlidir bu tərəfə. Və 10, 10, 10, 10 bu formada cavab olur C variantı. Bu təbii ki, sadəcə istiqamət vermək üçündür. Hər zaman belə rahat çıxmaya bilər. Hər zaman bu topların yolları açıq olmaya bilər. Məsəl üçün, tutaq ki, burada bu hissəni tutaq ki, bağlamış olsa, bura top tökülmə ehtimalı yoxdursa, artıq mən deyəcəm ki, bu 40 dənə top, 20'si bu tərəfə, 20'si bu tərəfə tökülür. Bu 20 dənə top gəlib bu tərəfə tökülmədiyi üçün 20'si də bu tərəfə tökülmüş olacaq. Artıq bu məqamlara özünüz diqqət etməlisiniz və əgər maneə yoxdursa, dəydiyi maneədə toplar yarıya bölünməlidir. Maneə varsa, o maneədən təbii ki, keçə bilməyəcək. Yəni, bu bir istiqamət vermək üçün idi. Bu istiqaməti götürüb bu sualı, bu tapşırığı həll eləyərsiniz və bunun cavabını mütləq qeyd eləyərsiniz. Oldu mu? Bunun cavabını mütləq qeyd eləyərsiniz. Görək, yaza bilirsinizmi? Gəldik təxmini fırlanmalara. Deyir, fiqurlar saat əqrəbinin hərəkəti istiqamətində dönəndən sonra. Baxın, bu fiqurlar ancaq saat əqrəbinin hərəkəti istiqamətində dönürlər, bu istiqamətdə. Dönəndən sonra bir vəziyyətdən digərini alırlar. Yəni, baxın, ən önəmli olan budur. Qalın xətti vəziyyətdən qırıq-qırıq xətti vəziyyət alırlar. Qalın xətti vəziyyətdən qırıq-qırıq xəttini alırlar. Aydındır, amma bir şeyə fikir verin ki, saat əqrəbi istiqamətində dönürlər, oldu mu? Məsələn, bunun izahını çalışacağım, biraz uzun verim. Yəni, başa düşənə qədər çevirin bu hissəsinə qulaq asın, görək nəyin üstünə qoyursunuz, hansı neçə dərəcə fırlanır, düzgün bucaqlar necə fırlanır, düzgün olmayan bucaqlar necə fırlanır, aydındır mı? Bu fiqurları 3 kateqoriyaya ayıracağım. Birincisi, heç bir yerinin aşağısının, yuxarısının, sağının, solunun bir-birindən əlaqəli olmadığı, yəni 360 dərəcədən bir alınan birinci fiqur kimi fiqurlar. İkinci fiqur kimi sağı, solu, yuxarısı, aşağısı eyni olan və 180 dərəcədən bir alınan fiqurlar. Bir də 3-dən 5 kimi düzgün fiqurlar. Düzgün fiqurların bütün tərəfləri bir-birinə bərabərdir. Bütün bucaqları bir-birinə bərabərdir. Ona görə də
düzgün bucaqlar daha tez-tez alına bilir. Aydındır? Məsələn, bu cümləni yadda saxlayın. Tutaq ki, birinci fiqur, bir qara fiqura baxın, hələ ştrixə yox. Qara fiqurun fırlanıb təzdən özünün formasına gəlməsi üçün 360 dərəcə lazımdır. Yəni, bu 360 dərəcəyə qədər fırlana bilər. İkinci fiqura fikir verin. İki tərəfi eynidir. Məsələn, bu ucunu fikir verin, bu ucunu tutun. Fırlatdım, fırlatdım, fırlatdım. Bu ucu bura gələndə. Yəni 180 dərəcədən bir bu alınacaq. Aydınmı? Deməli, bu daha tez-tez alına bilər birinciyə nisbətən. Üçüncüdə isə, üçüncü və beşincidə daha tez alınacaq. Bax, bu fiquru fırlatmağa başladımsa, bir dənə bu xətti bura düşən kimi artıq fiqur təkrarlanmış olur. Bir dənə bunu yadda saxlayın ki, düzgün fiqurlar daha tez-tez alınır. İndi bunun həll formalarını izah etməyə çalışın. Baxın, bir nömrəli fiqurun eləməyin ən yaxşı yolu bilirsinizmi nədir? Bunun bir dənə nöqtəsini özünüz üçün istiqamət götürün. Məsələn, bu qaranın ucu baxır bura. Mənə lazım olan, yekun alınmalı olan ştrixin də ucu baxır bura. Və biz bu fiquru saha dəqiq istiqamətində fırlatmalıyıqsa, deməli, əvvəl burada olan fiqur, əgər bura gəlməlidirsə, deməli, bu fiqur nə qədər fırlanıb? Buradan bura 180, buradan bura 45. Deməli, 225 dərəcə fırlanıb. Bax, gördünüzmü? Belə bir şey tapa bilərik bu formada. Yəni, belə bir şey yaza bilərik. Gördünüzmü bu formada? İndi baxın, bunu fırladıram. İndi bunu siz əyani formada kağız üzərinə yazıb kağız da fırlada bilərsiniz. Karandaşı tutub karandaşı da fırlada bilərsiniz. Məsələn, bunu belə eləyin. Karandaşı götürün, karandaşın ucunu qoyun bu tərəfə və fırlatmağa başlayın. Bax, fırladırsınız, 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 fırladırsınız. Karandaşın ucu bu tərəfə çatanda bu fiqur 180 dərəcə fırlanmış olurdu. Amma bir fikir verin, karandaşın ucu buradan gəlib bura çatanda 180 dərəcə fırlanmış olacaqdı. Amma bax, 180-ə çatmadan ştrixlə üst-üstə düşdüsə, deməli bu fiqur təxminən 150 dərəcə fırlanıb. Hətta bəlkə 140, 135 də ola bilər. Yəni biz burada təxmini fırlanmalardan danışırıq. Aydın oldu mu bu formada? İndi üçüncüyə fikir verin. Üçüncüdə çox da bir şeyə ehtiyac yoxdur. Mən bunu fırlatmağa başlasam, bu fiqur buradan bura gələnə qədər, yəni bunun üzü buradan bura gələnə qədər təxminən, hətta məncə heç 45 də deyil, yəni təxminən bir 30 dərəcə fırlananda artıq o ştrixi almış oluruq. Beşinci fiqur daha rahatdır. Bax, bura bax, buradan buranı heç dəyişikliyi belə gözdən güclə görmək olur. Bax, bundan bunu almaq üçün bəlkə də bir 10 dərəcə fırlananda kifayət eləyib. Bunu da yazdıq. Dördüncü fiqura bir dənə fikir verin. Yenə karandaşın ucunu qoyun bura. Karandaşın ucunu bura qoyandan sonra bunu fırladıb sadə əqrəb istiqamətində karandaşın ucunu bura gətirmək üçün 360 dərəcə lazımdır. Yəni 3 bucaq, bu 3 bucaq. 360 dərəcədən 1 alınır. Yəni bu nöqtəni fırladı. Bax, yol üstü baxın, nə qədər gedirəm, bax. 90 fırlandı, 180 fırlandı, 270 fırlandı. Bura çatanda ucu hardasa təxminən 315 fırlandı. Sonra gəlib çatdı 360-a. Yəni mən bu 3 bucağı fırladanda təxminən 315 dərəcəlikdə nə olmuş olacaq? Ştrixlə üst-üstə düşmüş olacaq. Bu formada təxmini fırlanmaları yazandan sonra şərt oxuyursunuz. Şərtdə deyir ki, azalma sırası ilə düzün. Azalma sırası ilə deyirsə, 4-ü yazırsan, 1-i yazırsan, 2-ni yazırsan, 3-ü yazırsan, 5-i yazırsan. 4, 1, 2, 3, 5 olacaq Y variantında. Bu misala kifayət qədər vaxt ayırdım. Yəni aydın olana qədər çevrə-çevrə bu dediyim məqamlara diqqətlə baxın. Ümid edirəm ki, hamısı tam olaraq aydın olmuş olacaq. Aha, bu sualda arxasınca onu başa düşəndən sonra bunu da mütləq işləyərsiniz. Gəldik çubuq dəstələrinə. Topalar da deyirlər, dəstələr də deyirlər. Adlarını necə deməyinizin bir önəmi yoxdur təbii ki. Burada deyir ki, çubuqlar bir-birinə bağlanıb. Burada əsas məsələ nədən ibarət? Bunu biraz qalın karandaşla göstərim. Tam olaraq nə demək istədiyimi başa düşün. Burada, məsəl üçün, bir nömrəli çubuğu götürürsünüz. Bir nömrəli çubuq baxırsan nəyə bağlanıb? Bax, prinsipi başa düşəndən sonra çox rahat getmiş olacaq. Bir nömrəli çubuq baxırsan ki, gedib bağlanıb 8-ə. Deməli, yazırsan 1 ilə 8 bir-birinə bağlanıb. Sonra gedib 8-i izləyirsən, 8 başqa bir şey də bağlanmalıdır axı. Bax, 8 gedib bağlanıb nəyə? 5-ə.
8-ci çubuq gedib 5-ə bağlanıb. Sonra 5-ə baxıram, 5-i izləyirəm. 5 gedib bağlanıb nəyə? 9-a. 5-i gedib 9-a bağlayırsan. Sonra 9 nəyəsə bağlanmış olmalıdır. 9-a baxıram, gedib bağlanıb 3-ə. Sonra gedib 3-ə baxıram, 3 bağlanıb 6-ya. Sonra gedib 6-ya baxıram, 6 bağlanıb 4-ə. Sonra gedib 4-ə baxıram, 4 də bağlanıb yenidən 1-ə. Bilirsiniz siz nə edirsiniz? 1-dən başlayıb 1-də bitirdinizsə, artıq bir topa tamamlanmış olur. Çünki siz elə bil ki, çubuqları başdan sona uca saymış oldunuz. 1-dən başlayıb 1-də bitdisə, deməli artıq mən bir topanı tapdım. Təkrar bu biri bir də saymırsınız. Çünki bu biri mən niyə yazıram? Topanın bitdiyini göstərmək üçün yazıram. Aydındırmı? Birinci topamız budur. İkinci topanı axtarırsınız. Sonra baxıram hansı çubuğum qalıb. 2 nömrəli çubuğum qalıb. 2-ni birləşdirdik nəyə? 10-a. Yazıram. 2 birləşdi 10-a. 10-cu çubuq birləşib nəyə? 7-yə. Onu birləşdirdik 7-yə. 7 birləşib nəyə? 7 birləşib 2-yə. Yenə 2-də başlayıb 2-də bitdiksə, yenə bir dənə topamız tamamlandı. Sonra yenə baxırsan ki, hansısa çubuğun qaldı mı? Qalmadı. Deməli, bu çubuqlardan sadəcə 2 topa çıxıb. Birinci topa yuxarıdakı, ikinci topa aşağıdakı. Deyir ki, ən çox sayda çubuğa malik olan topanın çubuqların nömrələr cəmi. Yuxarının nömrələrin cəmini hesablayaq. 1, 9, 14, 23, 26, 32, bu da 4. Elədi 36. Ən az sayda çubuğa malik olanın topalarının cəmi 2, 12, bu da 7. Elədi 19. Bunların fərqini tapın deyirsə, 36-dan 19 çıxanda cavab eləyəcək 17. Bu formada. Yəni, burada 2 dənə dəstə olacaq deyə bir izah vermirəm. Ha? Məsəl üçün, sən bu 2 dəstəni yazandan sonra misala qayıdıb yenə baxmalısan. Əgər qıraqda çubuq qalıbdırsa, o çubuqlarda növbəti 3-cü dəstə olaraq ayırmalısan. Amma varsa, daha bitibdirsə, heç nə eləmirsən. Həlli bu formada çox bəsit bir misal nümunəsidir və həlli hər zaman standart olmuş olacaq. Bu tapşırıqda da yenə eyni formada var. Elə belə yanaşma formada deyim. 1 ilə 9-u əlaqələndirərsən, sonra 9 ilə 4-ü, sonra 4 ilə 12-ni, 12 ilə 8-i, 8-dən 11-i, 11 ilə 2-ni, 2 ilə 5-i, 5 ilə 1-i. Bir topa tamamlandı. Sonra artıq baxarsan, 2 nömrəli çubuq axtararsan, 2 onsuz da sənin topanda var. Düzdürmü? Gedib 3 axtararsan, 3-dən 10-a, 10-dan 7-yə, 7-dən 6-ya, 6-dan 3-ə. Bu topa da bitdi. Aydınmı? Sonra gedib baxırsan, nəyinsə qaldısa, başqa bir topa da axtarırsan bu formada. Yekunda bütün topaları hesablayandan sonra şərtdə nə deyirsə, ona uyğun hərəkət edirsən. Gəldik bu üçbucaqlara. Aha. Bu üçbucaqların maraqlı yanaşması var. Deyir ki, üçbucaqları fırlatmamaq şərti ilə şəkildəki formada elə yığın ki, müxtəlif üçbucaqlara aid qonşu rəqəmlər eyni olsun. Düzdürmü? Burada düzdür, birbaşa hansısa fiquru qoyub da yoxlamaq olar. Məsələn, götürüb bunun hansısa birini bura qoyub yoxlamaq olar, ətrafını doldurmaq. Amma ondan daha yaxşı qayda bura hər hansı bir x, y, hər hansı bir üçbucağa x, y, z yazmaq. Məsələn, bura yazdım x, karandaş biraz balcılaşdırım. Bura yazıram x, bura yazıram y, bura yazıram z. Bunu yazandan sonra nə edirik? Dedi ki, şərtdə eyni bir nöqtənin ətrafında eyni rəqəmlər yazılmalı. Deməli, bu nöqtənin ətrafına bura z yazıram, bura z yazıram, bura z yazıram. X-in ətrafına x, bura qaldı y. Yəni, yekuna qədər, axıra qədər eyni nöqtələrin ətrafına eyni rəqəmlər yazırsan. Deməli, bura x yazdımsa, hər yerdə bunun ətrafına x yazmalıyam, bura z yazmalıyam. Z x-dirsə, hər yerdə bunun ətrafına y yazmalıyam. Bura z, bura x yazmalıyam. Bura y, bura z yazmalıyam. Bunu yazandan sonra artıq gedib yuxarıda bir ipucu axtarmaq lazımdır. İpucunu nəyə əsasən axtarırsınız? İpucunu eyni üçbucaqlara əsasən, eyni qəliblərə əsasən axtarırsınız. Qəlib dediyim nədir? Məsəl üçün, bu üçbucaq bir qəlibdir, bir formadır. Bu bir qəlibdir, bu bir qəlibdir, bu bir qəlibdir. 4 dənə qəlib var burada. Bu 4 dənə qəlibdən hansı ipucu verirsə o ilə başlamaq lazımdır. Və ipucu da eyni olan üçbucaqlarda var. Məsəl üçün, baxın, bu üçbucaqla bu üçbucaq eynidirsə, mən artıq bunu tapa bilərəm. Belə üçbucaqları nöqtə qoyuram, bax. Məsələn, mən belə eləyərəm ki, daha qabarıq görünsün.
Bu 3 dənə nöqtə qoyduğum üçbucaq, bu 3 dənə üçbucağın eynisidir. Və bu 3 dənədən ikisi eynidirsə, bax hər şey göz qabağındadır. Hansı ikisi eynidir? Təbii ki, bu ilə bu eynidir. Bu iki üçbucaq eynidirsə, yuxarıdakı 2-nin qiyməti, yuxarıdakı y-dir. Soldakı 3, soldakı z-in qiymətidir. Sağdakı 1, sağdakı x-lərin qiymətidir. Bax, gördünüz nə qədər qəşəng, rahat çıxdı. İndi səndən ABCD-ni istəyirsə, baxıram A y-ə düşüb. Y-in qiyməti 2-dir. Baxıram B x-ə düşüb. X-in qiyməti 1-dir. Baxıram C z-ə düşüb. Z-in qiyməti 3-dür. Baxıram D z-ə düşüb. Z-in qiyməti nədir? 3. Cavab olacaq 2, 1, 3, 3 bu formada. Bu formada eləsəz, mümkün deyil ki, hansısa sualın cavabı çıxmasın. Birincisi bunu tam doldurun. X, Y, Z-lə lazım olan yerlər. Aydınmı? Lazım olan yerləri doldurandan sonra gelin yuxarıda ipucu olan qəliblər, üçbucaqlar axtarın. Ondan sonra da necə lazımsa o formada həll eləyin. Həlli budur. Alınıb alınmadığını yoxlamaq üçün gedib növbəti nümunədə bu sualda həll eləyə bilərsiniz. Yox. Bunu da sual kimi qoymuşum. Nəysə, buna tapşırıq qoymamışam. Ona görə qoy bunu da sual kimi eləyək. Burada baxın, bunu da eləyək görək. Burada alınırmı? X, Y, Z. Deməli, bunun ətrafına hər yerə Y qoyuram. Bunu hər yerə X qoyuram. Bura Z, 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 Z qoyuram. Bura Y, Y, Y qoyuram. Bura X, X, X qoyuram. Bura Z düşür. Bura Y, Y qoyuram. Bura X, X, X qoyuram. Bura Z düşür. Bura Y, Y, Y. Bura X, X, X. Burada Z qoyduq. Qoyandan sonra yaxşı tapşırıq kimi olmadı, amma siz baxın görək burada hansı üçbucaqlardan başlayarsınız. Məsələn, fikrinizi bir dənə fikirləşin mən yazmadan qabaq. Əgər sizin fikrinizlə mənim yazdığım üst-üstə düşürsə, deməli düzgün yoldayıq. Artıq tam olaraq aydın olub. Düşünün bunu, burasını saxlayın, düşünün. Ondan sonra mən izah edeyim. Baxıram, bu 3 dənə üçbucaqda eynilik yoxdur. Bu 2 dənə üçbucaqda eynilik yoxdur. Bu 3 dənə üçbucaqda eynilik yoxdur. Amma bu 4 dənə üçbucaqdan ikisində eynilik var. Biri budur, biri də budur. Aha, mənim də ipucum buradır. Fikir verin, bu üçbucaqlara nöqtə qoyuram. Biri budur, biri budur, biri budur, biri də budur. Hər şey göz qabağındadır. Qəlibi forması belə olan 4 dənə üçbucaqdan ikisi eynidirsə, baxın bir dənə hansı ikisi eynidir? Mən özüm də baxım. D yuxarıdakı ilə aşağıdakı eynidir. Deməli, bu yuxarıdakı ilə aşağıdakı üçbucaq bu ilə bu üçbucağın eynisidir. Deməli, solda olan 1, solda olan x-in qiymətidir. Yazıram, x bərabərdir 1. Sağda olan 2, sağda olan y-lərin qiymətidir. Y bərabərdir 2. Üstdə olan 3, üstdəki z-lərin qiymətidir. Z bərabərdir 3. Yenə də bizdən A, B, C, D-ni istəyirsəm, A düşür y-in qiyməti yerinə, yazıram 2. B düşür x-in qiymətinə, yazıram 1. C düşür z-in qiymətinə, yazıram 3. D düşür x-in qiymətinə, yazıram 1. 2, 1, 3, 1. Harada var? D variantında var. Ümid edirəm fikrimi çatdıra bildim bu formada. Yəni ikisini də özüm izah eləmiş oldum. Artıq ehtiyac olsa kitabdan gedib başqa nümunələri həll eləyə bilərsiniz. Deyir, bir şagirdin 5 yoldaşına təklif etdiyi oyunun şərtinə görə oyunçular onlara verilən sualların düzgün olub olmamasından asılı olmayaraq müəyyən cavablar verirlər. Bu cavablar nədir? Bu cavablar odur ki, deyir ki, əgər mən sola doğru işarə verirəmsə, bu soldakının başladığını deməyimdir. Soldakının başladığı demək deyil. Mənim cavabım budur ki, soldakı başlayıb. Düz olub olmadığını hələ heç kim bilmir. Sonra deyir ki, əgər oxu sağa doğru istiqamətləndirmiş olsa, oxu sağa doğru istiqamətləndirmiş olsa, mən iddia edirəm ki, sağdakı başlayıb. Oxu barmağımı aşağı doğru eləmiş olsam, barmağımı aşağı. Deyirəm ki, özüm başlamışam. Barmağımı yuxarı çevirmiş olsam, deyirəm ki, başqası başlayıb. Oldu mu? Məsələ budur. İndi gəlin bunu mən cədvəl üsulu ilə eləməyin tərəfdarıyım. Cədvəl deyəndə onsuz da səliqəli olsun deyə təbii ki, cədvəl qururuq. Yəni, cədvəl qurmaq məcburiyyətində təbii ki, deyilik.
Baxın, mən bura nə yazacağam? Yazıram ki, birinci oyuncu başlasa, ikinci oyuncu başlasa, üçüncü oyuncu başlasa, dördüncü oyuncu başlasa, beşinci oyuncu başlasa, bura yazıram başlasalar. Birincinin cavabı, ikincinin cavabı, üçüncünün cavabı, dördüncünün cavabı, beşincinin cavabı. Bu oyuncuların başladığıdır, bu cavablarıdır. Bilirsiniz nədir məsələ? Baxın, diqqətlə qulaq asın, təxminən ikincidə, üçüncüdə tam olaraq başa düşməlisiniz. Oyuna birinci oyuncunun başladığını nəzərə alırıq. Bütün cavablar buna istiqamətlənib. Oldu mu? Məsəl üçün birinci oyuncu başlayıb. Hal-hazırda birinci oyuncunun başladığı dəqiqdir. Bunun üzərində işləyəcəyik. Bir barmağını yuxarı qaldırıb. Deyir, mən başlamamışam. Bir özü başlayıb, amma barmağını yuxarı qaldırıb, deyir, mən başlamamışam. Deməli, birin cavabı yanlışdır. İki deyir, fikir verin, məndən sağdakı başlayıb deyir. İki deyir, məndən sağdakı başlayıb. Amma yalan deyir axı, soldakı başlayıb. 3 heç nə demir. 3-ün cavabını heç vaxt nəzərə almayacaq. 3-ün cavabını heç bir misal variantda nəzərə almayacaq. Çünki 3 susub, heç nə demir. 4 deyir, məndən soldakı başlayıb. Həqiqətən də 1 4-dən soldadır. 4 doğru danışıb. 5 deyir, mən başlamışam, yalan danışıb. 5 özü başlayana qədər yalan danışacaq yəni. 1 də, 2 də, 3 də, 4 də hansı başlasa yalan danışacaq. Bir dənə özü başlayanda 5 doğru danışmış olacaq. Birin başladığı versiyada cavablar belə olur. İndi tutaq ki, oyuna 2 başlasın. Bax, burada söhbət tutmalısınız. Oyuna 2 başlasa, 1 deyir, mən başlamamışam. Həqiqətən doğru danışır. Bundan sonra 1 həmişə doğru danışacaq. 2 deyir, məndən sağdakı başlayıb. Yalan deyir, özü başlayıb. 4 deyir, məndən soldakı başlayıb. Düz deyir. 5 deyir, mən başlamışam. Yalan deyir. İndi 2-nin başladığı versiyada cavabları qeydə aldıq. İndi 3 başlasın oyuna. Burada 3 oynamır demək deyil, amma bəzən tələbələr çaşır, deyir, 3 oynamırdı. 3 oynayır, amma cavabları nəzərə alınmır. O heç nə demir, danışmır. Sadəcə səssiz oyununu oynayır. Deyir ki, 1 deyir, mən başlamamışam, düz danışıb. 2 deyir, məndən sağdakı başlayıb, düz danışıb. 4 deyir, məndən soldakı başlayıb, düz danışıb. 5 deyir, mən başlamışam, səhv danışıb. 3 başlayanda versiyalar bu formadadır. 4 başlasın. 1 deyir, mən başlamamışam, düz danışıb. 2 deyir, məndən sağdakı başlayıb. Düzdür də, 4 2-dən sağdadır. 4 deyir, məndən soldakı başlayıb. Yalan deyir, özü başlayıb. 5 də nədir? Təbii ki, hələ ki, yalan deyir. 5 başlamış olsa, 1 yenə yalan danışır. 2 deyir, məndən sağdakı başlayıb, düz danışır. 4 deyir, məndən soldakı başlayıb, yalan danışır. 5 deyir, özüm başlamışam, düz danışır. Misalı fikir vermiş olsanız, bir düz danışır bu arada. Mən başlamamışam deyir. Misala fikir vermiş olsanız, 1 ancaq özü başlayanda yalan danışır. 5 isə ancaq özü başlayanda düz danışmış olur. Aydındır mı bu formada? Ona görə də yəni bu formada bir-bir cədvəli yazırsınız. Yazandan sonra deyir ki, vəziyyəti göstərən şəklə əsasən oyunu kimlər təklif eləsə, yalan məlumat verənlərin sayı doğrudan az olar. Bizə lazımdır yalanların sayı doğrudan az olsun. Birincidə baxıram, yalan 3 dənədir, doğru 1 dənə. Demək, 1 lazım deyil. İkincidə yalan doğruya bərabər. Üçüncüdə yalan doğrudan azdır. Dördüncüdə yalanla doğru bərabərdir. Beşincidə yalan doğrudan azdır. Deməli, bizə lazımdır 3 ilə 5. Cavab olacaq B variantı. Həlli budur. İstənilən misalda bir dənə burada fərq 5 dənə oyunçudur. Bəlkə gələn dəfə 6 dənə, 7 dənə oyunçu verər. Fərq budur. Başqa bir fərq yoxdur, yanaşmada. Aha. Elə bu sualda eynidir. Yəni daha bu sual təkrar məncə ya da bunu da izah edeyim, daha qoymuşam bunu. Qoy bir dənə də eləyim. Ondan sonra o birisini siz daha rahatlıqla eləyərsiniz. Artıq bayaqçı qədər detallara varmayacağım. Artıq birbaşa həllini göstərəcəm ki, siz bir dənə də, bu arada mən bunu yazan arada siz ümumiyyətlə də baxmayıb, videonu dayandırıb, bunu həll eləyib, sonra izahlarına baxa bilərsiniz. Bütün suallara aiddir bu təbii ki. Başda da dediyim kimi, baxıb, həll eləyib, sonra da izahlara baxa bilərsiniz. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Yenə də yazıram, bura yazıram oyuna başlayanlar, bura yazıram cavablar. İndi oyuna birinci oyuncu başlasa, 1 deyir, mən başlamamışam.
yalan deyir. 2 deyir, məndən soldakı başlayıb, düz deyir. 3, heç birində yenə susacaq, üçüncü oyuncu sakit. 4 deyir, məndən sağdakı başlayıb, yalan deyir. 5 deyir, mən başlamışam, yalan deyir. Bir nömrəli oyuncu oyuna başlayanda belə oldu. 2 nömrəli oyuncu oyuna başlamış olsa, bir doğru deyir, 2 yalan deyir, 4 də yalan deyir, 5 də yalan deyir. Bu da getdi. 3 nömrəli oyuncu oyuna başlasa, bir deyir, mən başlamamışam, düz deyir. 2 deyir, soldakı başlayıb, səhv deyir, sağdakı başlayıb. 4 yalan deyir, 5 yalan deyir. Oyuna 4 nömrəli oyuncu başlamış olsa, bir deyir, mən başlamamışam, düz deyir. 2 yalan deyir, 4 yalan deyir, 5 yalan deyir. Hələ hamısı yalancı. 5 başlamış olsa, bir düz deyir, 2 yalan deyir, 4 deyir, məndən sağdakı başlayıb, düzdür, 5 deyir, mən başlamışam, düzdür. Bir vəziyyəti göstərir şəklə əsasən doğru məlumat verənlərin sayı yalan məlumat verənlərin sayından çoxdursa, oyunu kim təklif edib? Doğruların sayı yalanlardan çox olan versiya hansıdır? Doğruların sayı yalanlardan çox olan versiya 5-ci versiyadır bu formada. Hə, onu da dedim, artıq bu misalı özünüz həll edə bilərsiniz. Burada ikinci bir də altıncının cavabları nəzərə alınmayacaq. Oldu mu? Qalan hamısının cavabları nəzərə alınır. 17 tipli suallarda deyir ki, ABCD kvadratına atılmış nöqtənin rənglənmiş hissəyə düşmə ehtimalı var. Mən bunu nöqtəliyirəm, özüm üçün nöqtəliyirəm. Fikir verirsinizmi? Bu nöqtələyəndə bu nöqtə rəngsiz hissəyə də düşə bilər, rəngli hissəyə də düşə bilər. Bizə rəngli hissəyə düşmə ehtimalını deyir. Aydındırmı? Ehtimalın tərifi nədir? Bu çox yayılmış bir sual tipidir. Ehtimalın tərifi əlverişli halların mümkün hallara nisbətidir. Aydındırmı? Bizim burada əlverişli halımız rənglidir. Mümkün halımız isə ümumi o yekə kvadratdır. Bu misalda yekə kvadrat. Biz burada rəngsizə düşmə ehtimalını da tapa bilərik. Rəngliyə düşmə ehtimalını da. Qoy hamısını hesablayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, bunun mümkün halı nə qədərdir? 100-dür. Deməli, 100-dür mümkün hal. İndi əlverişli halı tapaq. Birinci rəngsizləri tapaq. Baxıram, 3 vur 3 bölü 2. Bura elədi 4,5. 3 vur, bu hündürlük 4'tür. Çarpıcaqlı üçbucaqda bunun uzunluğu elə bil ki, bunun oturacağın uzantısına çəkilmiş hündürlüyə vururuq. 3 vur 4 bölü 2 elədi 6. 4 vur 1, 2, 3, 4, 5 bölü 2 elədi 10. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5. 7 vur 5, 35 bölü 2, 17 yarım eləmiş oldu. Buranı tapmaq üçün bunu bölmək lazımdır. Bunu bir dənə bölək. 4 vurulsun 5 bölü 2. Bura elədi 10. 2 vur 3 bölü 2. Bura elədi 3. Bura da elədi 9. İndi bunu hesablayaq. Bunu diqqətlə hesablamaq lazımdır. 17 tam onda 5 ilə 18, 22, 32, 38, 48, 51, 60. Deməli, rəngsiz hissəyə düşmə ehtimalı əgər %60'dırsa, rəngli hissəyə düşmə ehtimalı nədir? %40. Bizə də bu lazım idi. Aydınmı? Bizə əgər rəngsizi soruşsaydı, cavab buydu. Rənglini soruşursa, cavab budur. %40 da neçə eləyir? 20'ye ixtisar eləyəndə olacaq 5'də 2. Məsələ bundan ibarət. Mən sizə həm rəngsiz hissəyə düşmə ehtimalını göstərdim, həm də rəngli hissəyə. Şərti diqqətlə oxumaq lazımdır. Şərti diqqətlə oxumasanız, rəngsiz istəyirdi, mən rəngli yazdım, ya da rənglini istəyirdi, mən rəngsiz yazdım desəz, artıq çox gec olmuş olacaq evə çatandan sonra. Oldu mu? Ona görə də diqqətli olmaq lazımdır. Yenə bir dənə sual qoymuşam. Bu sualda yenə də bayaq dediyim kimi ehtimal tapmaq üçün əlverişli hissəni mümkün hissəyə bölmək lazımdır. Burada da rəngsiz hissəni tapmaq üçün rəngsizləri trapesiyə bölmək lazımdır. Rəngliləri tapmaq üçün rəngli hissəni trapesiyə bölmək lazımdır. İkisindən birini tapmaq kifayətdir. Birinci mümkün hallar, yəni trapesiyanı tapaq. Trapesiyanın sahə düsturu oturacaqları cəmi, yəni 10 üstəgəl 4 bölünsün 2 vurulsun hündürlük düsturu ilə hesablanır. O da eləyəcək 70. Deməli,
İkisinin də məxrəcinə yazırıq nə? 70. Düzdürmü? Formada. Ondan sonra bu trapesiyanın sahəsi 1, 2, 2 yarım 3. Bu da 2. 3 plus 2, 5. Yarısı 2,5. 2'ye vuranda bura olacaq 5. Bura olacaq 5. Bunun sahəsi 2 vurulsun 3 bölünsün 2 elədi 3. Bunun sahəsini tapmaq üçün yarım, 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 yarım. Yarım 4 dənə yarım 2. Bir dənə də tam. Elədi nə? 3 bu formada. 3, 6, 16. Rəngsiz hissəyə düşmə ehtimalı 70-də 16-dır. Rəngli hissəyə düşmə ehtimalı 70-də 54-dür. Bizdən rəngsiz hissəni soruşduğu üçün cavab 70-də 16 olmalıdır. Yəni 35-də 8. O da olacaq B variantında. İndi bu misala əsasən bu tapşırıq 11-i özünüz həll edib yenə də cavabları qeyd edərsiniz. Gəldik bu suala. Bunun şərtinə diqqətlə baxın. Deyir, eyni naxışlı xanalar eyni, müxtəlif naxışlı xanalar isə müxtəlif natural ədədlərə uyğundur. İki A xana arasındakı sətir və ya sütun üzrə bitişik naxışlı xanalara uyğun gələn ədədlərin cəmi həmin A xanaların fərqinə bərabərdir. Yəni, əslində bəsit bir cümlədir. Deyir ki, məsələn, bu nöqtə qoyduğum naxışların hamısı nədir? Eynidir. Oldu mu? Eyni qiymət alır. Məsəl üçün, bu ikisi eynidir. Nə bilim, bu ikisi eynidir. Bu ikisi eynidir bu formada. Və ən önəmli şərt də odur ki, 25 ilə 15-in, yəni bu iki ağın fərqi aralarındakı naxışlıların cəminə bərabərdir. Məsələ bundan ibarətdir. İndi bir dənə izləyin. İzləsəz elə bir misaldan tam başa düşərsiniz. 15 ilə 19-un fərqi eləyir 4. Buraya yazdıq 4. Başqa şey yoxdur çünki. 16 ilə 23-ün fərqi 4 eləyirsə, 2 naxışın cəmi 4 eləməlidir. Deməli, buna yazırıq 2, buna yazırıq 2. Buna 2 yazandan sonra baxaq nəyə davam edə bilərik. 25 ilə 28-in fərqi eləyir 3. Buraya yazırıq 3, buraya yazırıq 3, buraya yazırıq 3. Bu naxışın qiyməti 3-dür. Bu naxışın qiyməti neçədir onu tapacağım. 6'dır. Çünki bura olacaq 6. Bura 6 yazdıqmı? 40 ilə 23-ün fərqi 17-dir. 9-un üstə nə gəlsəm 17 eləyər. 8 gəlsəm. Bunun da qiyməti olacaq 8. 28 ilə A-nın fərqi 8 eləməlidir deyə A-nın qiyməti ya 36 eləməlidir, ya da 20 eləməlidir. İkisindən hansı cavabda varsa onu qeyd eləmək lazımdır. Mənası budur. Yəni artıq siz hardan tapasınız, hansı ardıcılıqla tapasınız, bu qalıb situasiyadan asılıdır. Yəni qalıb sizin misala baxmağınızdan. İndi eyni məntiqi bu misalda da tətbiq edə bilərsiniz. Əslində bu misalı tam doldurub da yaza bilərsiniz və yaxud diqqətlə şərtə baxsaz, şərtdə nə istədiyinə baxmış olsaz, cəmi 5 saniyədə də cavabı çıxarda bilərsiniz. Hətta bunu da tapşırıq kimi verməmişəm, sual kimi qoymuşam, ona görə də qoy bunu izah edeyim. Bunu bayaq kimi doldurmaya ehtiyac yoxdur. Yəni doldursaq belə doldurarıq. Məsələn 5 ilə 6 1-dirsə, bura 1, bura 1, bura 1 qoyduq bu formada. Ondan sonra baxıram nəyə? Tutaq ki, 5 ilə 10-un fərqi nədir? Məsələn, bu 16 4-dür, düzdürmü? Deməli, bura nə düşür? 2 düşür. Hər yerdə yazıram nə? 2. 15 ilə 10-un fərqi 5-dir deyə, bura nə yazmalıyam? 3 yazmalıyam. Tapdıq mı bunu? Tapandan sonra A ilə B-nin fərqi 3 ilə 2-nin cəminə bərabərdirsə, buradan cavabı 5 tapa bilirsiniz. Problem deyil. Belə uzadıb tapdıq. Amma misala hakim, mövzuya hakim olmuş olsaz, görərsiniz ki, bu iki naxışla bu iki naxış tamamilə eynidir. Eynidirsə, deməli bu ikisinin fərqi 5 olduğu üçün bu ikisinin fərqi də 5. Elə birbaşa 5-i yapışdıra bilərsiniz bu formada. Sonra gəldik sınıq xəttə. Sınıq xəttin konkret bu mövzunun izahı da var. YouTube kanalında var. İndi yuxarıya keçid qoyaram, link qoyaram, oradan daxil olub, yenə də istəsəz bütün misalın izahına baxa bilərsiniz. Burada əsas olan nədir? Burada əsas olan misal izahını yenə də verməyə çalışacağım bir neçə nümunədə. Amma yenə də tam detallı şəkildə mövzunun izahına baxmazsınız, gedib oradan baxa bilərsiniz. Burada deyir ki, yalnız sətir və ya sütunlar üzrə keçən, öz-özünü kəsməyən, bütün qara və boz xanalardan birləşdirən sınıq xətt lazım. Sınıq xətt budur, baxın. Gedir, sınır, sonra gedir belə, gedir, sonra gəlir belə, birləşir, olur sınıq xətt. Birləşməlidir yekunda belə. Və bu sınıq xətt bütün qaralardan və bozlardan keçməlidir. Amma öz-özünü kəsməməlidir. Məsələn, bax,
belə bir sınıq xətt çəksən, A özünü kəssə, bu misala şərtinə ziddiyyət təşkil edir. Belə bir sınıq xətt doğru deyil. Öz-özünü kəsməməlidir. Bütün qaralardan və bozlardan keçməlidir. Qaraların içərisindən 90 dərəcə fırlanıb keçməlidir. Yəni baxın fikir verin. Lakin belə gəlir, düzdürmü? Belə gəldisə, qaranın içindən düz keçə bilməz. 90 dərəcə dönməlidir. Heç vaxt qaranın içindən düz keçə bilməz. Amma əksinə bozun içərisindən düz keçə bilməz. Fırlana bilməz daha doğrusu. Düz keçməlidir, keçəndən sonra dönməlidir. Ya da keçmədən əvvəl dönməlidir. Bax, üç dənə şərt var. Gəlin bu mövzunu belə izah edeyim. Hələ birinci nümunədə tam başa düşməyəsiniz söhbət nədən gedir. Sadəcə sizə dönməyə icazə verilən yerləri deyim. Baxın, sadəcə dönməyə icazə verilən yerlər. Qaranın içərisi, bozun girişi və ya çıxışı. Vsyo. Sadəcə bu işarə verilən yerlərdir. Bax, dönməyə icazə verilən yerləri göstərirəm sizə. Burada dönə bilərsən, burada dönə bilərsən, burada, burada. Aydındır. Sonra burada, burada, bir də buralarda. Ancaq dönməyə icazə verilən yerlər buralardır. Düzdür, buradan da dönə bilərsən ehtiyac olsa. Bax bu formada. Bu qeyd elədiyim yerlərdən başqa heç yerdə dönə bilməzsən. Və bu da qarıya görə yox ha. Yəni boza görə dönməyə icazə verir. Qaranın yanında dönmək olmaz. Yəni məsəl üçün mən gəldim belə könlüm istədi, buradan dönə bilmərəm. Burada dönməyə icazə yoxdur. Çünki şərtdə deyir ki, qara xanalarda 90 dərəcə dönməlidir, lakin qaradan əvvəlki ya da qaradan sonrakı xanalarda dönməməlidir. Yəni bu qaranın içərisində döndü, düzdürmü? Qaradan çıxan kimi dönə bilməz. Ən azı biraz gedib sonra dönməlidir. Aydındırmı? Şərt budur. İndi şərti başa düşənə qədər dəfələrlə təkrar-təkrar oxuya bilərsiniz. Aydındırmı? Artıq o nəzəriyyədir. O hissəsini oxuyun. Ondan sonra bir dənə izaha qulaq asın. O izahı, şərti başa düşəndən sonra sual verməlisiniz ki, mən bu misala hardan başlamalıyım? Mən də cavab verirəm ki, imkan varsa küncdəki qaradan başlayın. Çünki ortadakı qaradan başlasan, belə başlama ehtimalınız da var. Çünki qaranın 90 dərəcə kəsməli olduğu üçün. Belə də başlama ehtimalınız var. İki ehtimal var. Amma küncdəki qaradan başlarsınız, bir dənə ehtimal var. Hökmən qaranın içərisindən xətt belə keçməlidir. İndi xəttin bir ucundan tutun. Tələsməyin. Bax, bir ucundan tutub gedirsiniz. Bax, getdiniz belə. Qaranın içərisinə girdiniz, düzdürmü? Şərtdə deyir ki, qaranı düz keçmək olmaz. Deməli, qaranın içərisindən dönməlisiniz. Düzdürmü? Deyir ki, çıxan kimi dönə bilməzsən, biraz getməlisən. Aydındırmı? İndi baxın, burada siz bilmirsiniz hələ. Görəsən bunu aşağı doğru düz gələcəkdə təcrübə qazandan sonra biləsiniz ki, aşağı yox sağa dönməlisiniz. Hələ oralara girişmirəm. Hələ ki sən bilmirsən, aşağı doğru mu getməlisən, sağa doğru mu? Çünki bu bozu da kəsə bilərsən hal-hazırda bunu da. Ona görə hələ ki bunu saxlayırsan, bunu uzadırsan. Bunu gətirdik, düzdürmü? Bunu gətirdik. İndi bunu nə etməlisən? Düz keçə bilmədiyi üçün döndərməlisən. Uje fikir verin, bu döndərib aparmaq olmaz. Bozun içərisinə girməlidir bu. Girməlidirsə, əvvəlində dönmədisə, sonunda 100% dönməlidir yəni. Ya əvvəlində, ya sonunda dönməlidir. Yuxarı dönsə aləm dəyəcək bir-birinə. O birisi şeylə kəsəcək. Tutaq ki, belə bir versiya göstərim sizə. Bunu yuxarı döndərsəm, gördünmü? Sınıq xətt kəsildi. Buna icazə verilmir. Onca sən qərar verməlisən ki, bunu aşağıya doğru döndərdim. Düz ötə bilməzsən. Çünki düz ötsən, məcbur burada dönməlisən. Geri qayıtma şansın qalmır. Ona görə də nə etməlisən? Bura gələndən sonra sola dönməlisən. Əvvəlində dönmədim deyə axırında dönməliyəm. Bunun əvvəlində döndüm deyə sonrasında dönməsəm də olar. Bu bozun əvvəlində dönmədim deyə sonrasında mütləq dönməliyəm. Qaranın içərisindən düz keçə bilmərəm deyə içərisində dönməliyəm və yekunda gəldi bunlar birləşdisə, mən də misalı bitirmiş oldum. İndi baxın gör şərtlər ödəndimi? Bir-birini kəsmədi. Bu şərt ödənib. Bütün qara və bozlardan keçib. Bu şərt ödənib. Qaraların içərisində 90 dərəcə fırlanıb. Bu şərt ödənib. Bozların içərisindən düz keçib. Bu şərt ödənib. Bozun ya əvvəlində ya sonrasında fırlanıb. Bu şərt ödənib. Qaranın bir əvvəlində və bir sonrasında fırlanmayıb. Bu şərt ödənib. Bütün şərtlər ödənibdirsə, deməli bu sınıq xəttin həlli düzgündür bu formada. İndi gələcəkdə artıq təcrübə qazanandan sonra belə eləyəsiniz. Deyəsiniz ki, belə başladıq. Aha, bunun içərisində dönməlidir.
Artıq bunu düz keçməlidir. Yuxarı qalxa bilməz deyib aşağı düşürməlisiniz. Sağa getsəm yol bağlanacaq, ona görə sola dönməlisiniz. Yuxarı qalxsam kəsəcək, ona görə aşağı dönməlisiniz. Uje məcbur yuxarı dönürsən, qaranı düz keçə bilməzsən deyə belə getməlisən. Uje bozun əvvəlində fırlanmadığı üçün sonrasında fırlanmalıdır. Aşağı dönsən kəsəcək, yuxarı dönməlisən. Efisyon. Gördünüz mü? Belə də kəsişdir. Yəni sınıq xəttin məğzini tutandan sonra çox maraqlı bir mövzudur. Tutmağa çalışın, yəni aydındırmı? Yəni tutana qədər baxın. Çünki bu vacib bir mövzudur. Qabağınıza çıxa bilər. İndi məsəl üçün burada təzə bir sual. Artıq bayaqçı qədər çox vaxt sərf eləməyəcəm buna. Birbaşa iz həllini deyəcəm. Yenə küşdən başlayırıq. Baxın. Hətta dayandırın burada yenə. Özünüz xəttləri qoyun. Sonra baxın görək tapa bilirsinizmi? İndi bunu fikir verin. Aşağı doğru gedirəm. Bu xanada dönmə icazə yoxdur. 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 Məcbur bozdan əvvəl dönməliyəm. Burada icazə var. Bozun içərisindən düz keçməliyəm deyə bunu ötə bilmərəm. Çünki ötsəm, növbəti xanaların heç birində dönmə icazə yoxdur. Deməli, buradan dönməliyəm yuxarıya doğru. Döndükmü? Bozun əvvəlində dönmədim deyə axırında dönməliyəm. Sola dönsəm, soldakı xanaların heç birində dönmə icazə olmayan xanalardır. Onun üçün məcbur sağa dönməliyəm. Qaranın içərisində 90 dərəcə döndüm. Bozun əvvəlində döndük, düzdürmü? Bozu düz ötsəm, aləm qarışacaq bir-birinə. Çünki bu qarıya doğru gəlib qaranın içərisindən keçə bilməzsən. Qaranın içərisindən keçməli olan xətt budur. Ona görə də sən bunu yerindəcə döndərməlisən. Sonra təzədən belə döndərib, gəlib burada kəsişdirməlisən. Füsyo. Yekunda deyir ki, hansılar çöldür. İndi şərtə baxmadım. Şərtdə hansılar kəsir desə, cavab 1, 5, 6-dır. Hansılar kəsmir desə, cavab 2, 3, 4-dür. Aydın, böyük ehtimal hansılar kəsmir deyir. Sınıq xəttin kəsmədiyi xanalar 2, 3, 4 bu formadır. Yəni çox nümunə göstərə bilərəm bunlara aid, amma artıq söhbət tutdusa, özünüz gedib bu sualı həll edə bilərsiniz. Mütləq bunu həll edin. Bunu həll edin, bunun da cavablarını qeyd edin. Görək sizə aydın olub yoxsa yox. Gəldik ən maraqlı sual nümunələrindən birinə. Kifayət qədər ağır bir sualdır. Amma vacib bir sualdır. Normalda bayaq 11-dəyə çıx 60 bölünsün 2 düsturu demişdim. Saatın dəqiqə və saat əqrəbləri arasındakı bucağın tapılması düsturu. O düsturdan çıxan bir şeydir. Amma burada artıq tam olaraq məsələni başa düşmək lazımdır. Gəlin bir dənə bir şansımızı sınayaq. Bir situasiyanı sizə izah etməyə çalışım. Tutaq ki, məsəl üçün, bu 12-dir saat. 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur, 10-dur, 11-dir. Bunların hamısını yazdıq, düzdürmü? Tutaq ki, bu balaca saat belə göstərim. Tutaq ki, balaca əqrəbi, yəni saat əqrəbi 1-in üstündə, dəqiqə əqrəbi 12-nin üstündədirsə, saat hal-hazırda neçədir? 13:00-dur. Düzdürmü? 13:00-dursa, saat 14:00-a qədər olan dəyişikliyi bir dənə izləyək. Yəni situasiyanı sizə izahləməyə çalışacağam. 14:00-da belə olmuş olacaq. Baxın saat. Qoy tam detallı göstərim bunu sizə. 14:00-da belə olmuş olacaq. 12, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 14:00-da belə olmuş olacaq saat. İndi bir dənə fikir verin. Bundan buna keçidi bir dənə hamınız izləyin. Bax, 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü, 5-incisi 1-dir. 6, 7, 8, 9, o birisi budur, 2-dir. Yəni hər 5 bölgüdən 1 saat təzələnir. Hər 5 bölgüdən 1 saat təzələnir. Düzdürmü? Hal-hazırda bu balaca əqrəb hansının üstündədir? 5-ci bölgünün üstündədir. 5-ci bölgünün. Bəs bu əqrəb hansının üstündədir hal-hazırda? 10-cu bölgünün. İndi bir dənə fikir verin. Dəqiqə əqrəbi 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55, 60 dənə balaca bölgü gələndə, deməli, dəqiqə əqrəbi 60 dənə balaca bölgü gələndə, balaca saat əqrəbi 5 dənə bölgü gəlirsə,
Dəqiqə əqrəbi neçə bölgü gəlməli ki, saat əqrəbi bir bölgü hərəkət eləsin. Belə bir tənasüb yazmış olsam, 5x bərabərdir 60, x də bərabərdir 12 olmuş olacaq. Oldu mu? Məsələ budur. Belə bir izah verirəm. Dəqiqə əqrəbi hər 12 dəqiqə hərəkət eləyəndə saat əqrəbi bir bölgü hərəkət eləyir. Bir dənə izləyin. Saat 13:00 oldu. Balacaya köklənin. Saat 13:12-də burada olacaq balacası. Saat 13:24-də burada olacaq. Saat 13:36-da burada olacaq. Saat 13:48-də burada olacaq. Saat 14:00-da burada olacaq. Bu misalı həll etmək üçün bizim üzərimizə düşən o balaca bölgüləri tapmaq və hər 12 dəqiqədən bir saat əqrəbini bir bölgü sürüşdürməkdir. Bunu eləyə bilsəz sonrası rahatdır. İndi gəlin eləyək. 16:00-da qurulmuş bir saat yazıram mən bura. 16:00-da qurulmuş. Yazıram 12, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Saat 16:00'dur. Bizə bilirsiniz nə lazımdır burada? Bizə burada saatın bir də dəqiqə əqrəbinin yeri lazımdır. Saat 16:00-da necədir deyə. Saat 16:00-da 5, 10, 15, 20. Saat əqrəbi 20-ci bölgünün üzərindədir. Dəqiqə əqrəbi isə 0-cı bölgünün üzərindədir. İndi bilirsiniz nə tər hesablayırıq biz bunu? Biz 16-12-dəki bölgünü hesablayacağıq. 16-24-dəki bölgünü hesablayacağıq. 16-36 və s. 12 addım getmiş olacaq. Nə vaxt üst-üstə düşmüş olsa, testin düzgün cavabı bu olmuş olacaq. 16:00-da saatı qurduz. Yalnız dəqiqə əqrəbi bir neçə dəqiqə sonra 2 dəqiqə dayanır. Baxın, 2 dəqiqə dayanır. Dəqiqə əqrəbi dayanır. Saat əqrəbi hərəkət eləyir. Və sonra əvvəlki sürəti ilə yoluna davam eləyir. Bir də heç vaxt gecikmir. Ən tez düzgün saat neçəni göstərəndə saat və dəqiqə əqrəbləri üst-üstə düşər. Bir də düşünün, əgər bu saat ümumiyyətlə geri qalmasaydı, 12 dəqiqə sonra dəqiqə əqrəbi 12-nin üzərində olacaqdı. Düzdürmü? Heç geri qalmasaydı. Amma bir neçə dəqiqə sonra 2 dəqiqə gecikdiyi üçün dəqiqə əqrəbi 12-nin üstünə çata bilmir, onun üstündə qalmalıdır. Bunun saata heç bir aidiyyatı yoxdur. Saat əqrəbi 12 dəqiqə sonra bir bölgü hərəkət eləyib, olacaq 21. Ondan sonra yenə 12 dəqiqə sonra dəqiqə əqrəbi normal sürətlə hərəkət eləyir. Gəlir olur 22-nin üzərində. Saat əqrəbi bir bölgü hərəkət edib gəlib olur 22 üzərində. 22 ilə 22 nə vaxt üst-üstə düşürsə, testin düzgün cavabı da odur. Bu sxemi əzbərləyin. Məsələ bundan ibarət. Mənim bu dediyimi tam olaraq eləmiş olsaz, bütün misallarda düzgün cavab yazarsınız. Oldu mu? İndi izahatı üçün bu qədər geniş vaxt ayırdım. İndi siz imtahanda nə edəsiniz? Bu sual düşüb, düzdürmü? Deyərsiniz ki, saat 16:00-da dəqiqə əqrəbim hər zaman 0-ın üzərindədir, saat əqrəbim 20-nin üzərindədir. Çünki hər boşluqda 5 bölgü olduğu üçün 4-ü 5-ə vururam, edir 20. 2 dəqiqə dayandığı üçün ilk dəfə 12 dəqiqədən yox, 12 çıxılsın 2 dəqiqə ilə işləyəcəm. Yəni birinci 12 dəqiqəlik periodda dəqiqə əqrəbi 10 dəqiqə irəliləyəcək, saat əqrəbi 1. Növbəti 12 dəqiqəlik periodda dəqiqə əqrəbi 12 dəqiqə irəliləyəcək, saat əqrəbi 1. Nə vaxt ki bunlar üst-üstə düşdü, testin düzgün cavabı odur. Misalın həlli bu qədər vaxt almalıdır. Maksimum dəqiqə yarım. Oldu mu? Bu şəkildə. İndi bu hissəni başa düşün, qəşəng mənimseyin. Ondan sonra bir dənə sual sizinlə eləyək. Bax, 2 sual qoymuşam sizə görə. 2 sualı yaxşı başa düşün ki, üçüncünü artıq özünüz əldə eləyə biləsiniz. İndi yenə də 22:00-da qurulmuş bir dənə saat yazıram bura. Mən bunu yazan arada siz yenə də həll eləməyə çalışın. 12, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 22:00 deyirsə, saat əqrəbi 10-un üzərindədir, dəqiqə əqrəbi 12-nin üzərindədir. İndi bir də başa düşmüş formada bu misala qulaq asmış olsanız, çox qəşəng olmuş olacaq. Yəni tam aydın olmuş olacaq. Belə yazırsan bax. 22:00-da saat əqrəbi hər bölgü 5-dirsə 5, 10, 15, 20, 25, 30, 35, 40, 45
50-dirsə, saat əqrəbi 50-nin üzərindədir, dəqiqə əqrəbi 0-ın üzərindədir. 12 dəqiqə 12 dəqiqə aparırıq. 22 12-də. Normalda dəqiqə əqrəbi 12 dəqiqə irəliləməli idi. Amma ilk dəqiqələrdə 5 dəqiqə dayandığı üçün 12 dəqiqə yox, 7 dəqiqə irəliləyəcək. Bundan saat əqrəbinin xəbəri yoxdur. Bu normal bir addım hərəkət elədi. Növbəti dəfələrdə dəqiqə əqrəbi də normal 12 dəqiqə, saat əqrəbi 1 dəqiqə irəliləyir. 22, 24-də dəqiqə əqrəbi 12 addım, saat əqrəbi 1 addım hərəkət elədi. 22, 36-da dəqiqə əqrəbi 12 addım, saat əqrəbi 1 addım hərəkət elədi. 22, 48-də dəqiqə, bir dəqiqə 12, burada 24 yazmışam. 13 yazmışam daha doğrusu. Bu 22, 24'tü. Bu 22, 36'dı. Bu 22, 48'di. 23, 00'da dəqiqə əqrəbi 55'in üzerine düşəndə saat əqrəbi də 55'in üzerine düşürsə, harda 55 gördünüz bu formada? Ne inirik? 23.00'u götürürük. Aydın mı? 55'ler üst-üstə düşəndə 23.00'u götürmüş olasınız. İzah budur. Bütün misallarda bu formada həll edə bilərsiniz. Təbii ki, mənim məqsədim bunun məğzini başa düşməyiniz idi. Düzdür, bəxtimiz gətirsə, şansımız gətirsə, bu sual bu formada düşmüş olsa, 12'ye bölünmə prinsipini yadda saxlayın. Onsuz da cavab ya 16.00, ya 16.12, ya 16.24, ya 16.36, ya da 17.00 olmuş olacaq. Yəni 12'ye bölünən dəqiqələr olmuş olacaq. Variantlara fikir verin. Variantlarda 12'ye bölünən bir dənə D variantıdır. Məsələn, belə bir neçə saniyəli izah da verə bilərəm. Məcbur qalanda yazmalı olduğunuz izah budur. Məsələn, növbəti suala baxın. Növbəti sualda 12'ye bölünən, bu bölünmür, bu bölünmür, bu bölünmür, bu bölünmür, 60'dır deyə bu, bir dənə bölünən budur. Belə bir izah verə bilərəm. Təbii ki, çoxunuzun xoşuna gəlmiş ola bilər bu izah, amma tək bu izahı vermərəm. Çünki gələcəkdə misal qabağınıza çıxmış olacaq. Orada artıq bir variantda yox, ən azı 2 variantda 12'ye bölünən variant olanda orada artıq atmaq məcburiyyətində qalasınız. Ona görə də atmaqdansa bu misalda o formada həll eləyərsiniz. 18.00'da saatın və dəqiqə əqrəbinin hansı bölgələrə düşdüyünü tapırsınız. 12 dəqiqə 12 dəqiqə sürüşdə-sürüşdürə testin düzgün cavabını tapırsınız. Bunu da həll eləyin. Düzgün cavabı tapandan sonra cavab variantlarınızı qeyd eləyərsiniz. Gəldik anagram suallarına. Baxın, anagram suallarında nədir məsələ? Deyir ki, aşağıda verilmiş anaqramlar, yəni bu variantlar, birincinin sonu ikincinin əvvəli olmalıdır. Yəni buradakı hərflər birinci sözün sonunu tamamlanmalıdır, ikinci sözün əvvəlini tamamlamalıdır. Oldu mu? Variantları yoxlaya bilərsiniz. Məsəl üçün, burada nə deyim? Məsələn, burada onsuz da uyğun gələn bir şey yoxdur. Amma məsələn, bax, bu A variantını qoyanda, məsələn, bu dəyişib niz qoyanda olur dəniz, birinci sözün sonu, olur nizam, ikinci sözün əvvəli. Gördün mü? Birincinin sonu, ikincinin əvvəli olursa düzgün cavab budur. Məsəl üçün burada A variantı oxşuyur. Deyir vəzifə. Vəzifə sözü var. Amma ifəşdə sözü yoxdur. Ona görə də tək birinci sözün alınması önəmli deyil. Hər ikisinin alınması önəmlidir. Ona görə də bu olmur. Burada vəzirə olmaz. Vəzəri olar. Vəzəri göyərtidir. Ərişdə də yemək adı. Deməli, nə olacaq? B variantı düz olmuş olacaq. Oldu mu? Bu sual çox qabağınıza çıxmayıb, amma qabağınıza çıxma ehtimal olan suallardan biridir. O yüzden diqqətlə baxın. Çətin bir sual deyil. Təbii ki, arzu olunacaq bir sualdır. Sadəcə ümid eləyək ki, oradakı sözləri bilək. Yəni, vəzəri sözünü tələbə bilirsə, yazacaq. Bilmirsə, problem yaşaya bilər. Burada, baxıram A variantında, bunu qoyanda olur saxsı, bu tərəf olur sırğa. Deməli, nə olacaq? A variantı doğru olmuş olacaq. Bu strukturda görün deyə bir neçə nümunə qoymuşdum bu formada. Ümid edirəm buradakı bu qədər testlər və tapşırıqlar hər biri sizə faydalı olmuş olar. Uğurlar növbəti videolarda inşallah daha fərqli testlərlə, daha da sizə faydalı olacaq testlərlə gəlməyə çalışacağam.